Selamlar, saygılar, aziz yoldaşlara. Bugün Sayın İnsaf Ali Bəy hidayətlə söyləşimiz olacaktır. Gözlüyoruz kendisini. Yazın ben buraya, yayını paylaşın. Herkes hoş geldi, hoş gördük sizi. Herkesin yoldaş listesinde yoldaşlarını çağırabilir. Biz bugün Sayın İnsaf Ali Bəy hidayətlə söyləşimiz olacaktır. Bir yolda danışdıq biz İnsaf Ali Bəy hidayətlə. Ancaq daha çox özünün barəsində, fəaliyyətlərinin barəsində və hətta daha çox milli hərəkətə necə qatıldı, nə oldu, bunları danışdıq. Ancaq mən gördüm ki, İnsaf Ali Bəy hidayət bir kitabı ki, Albert Memmi'dən oxuyur və onu öyle silsilə olaraq Türk dilində çox böyle rahat və rəvan anlatmağa çalışır. Və o kitabın adı da istimar edən və istimar olandır. İngilizce olur Portrait of Colonizer and Colonized. Və mən çox istədim ki, İnsaf Ali Bəylə bu barədə danışaq və onun görüşlərini, o ki ona istemarçılıq, istemar edən bu barədə bunları bilək və görək ki, Albert Memmi'dən nələr bizə deyə bilər. Biz İnsaf Ali Bəy hidayəti gözləyirik, hələ qatılmayıblar. Bir dəqiqə, indi gəlsələr burada mən çağıraram yuxarıya. Bəli, gəldilər. İnsaf Ali Bəy gəlmişlər. Mən İnsaf Ali Bəy yuxarıya çağırdım. İnsaf Ali Bəy, sizin kameranız? İndi yaxşıdır. İndi özünüz bizdən daha yaxşı bilirsiniz bu işıq, kamera, səs. Siz təcrübəli televizyon adamısınız. Salam, hörmətli dostum. Necəsiz? Xoş gördük. Belə yaxşıdır, yəni kara yaxşıdır, nə deyirsiniz? Kadrı. Kadrı fikirlərimdə beləsi olacaq. Yəni, ayrı fikirlərəm. Sizi çox xoş gördük. Bizdən sizə salamlar, saygılar və hətta sevgilər. Çox sağ olun, bizə qatıldınız. Güney Azərbaycan İstiqlal Partisinin Instagram sayfasındasınız canlıda və mənim xatirimə görə 86-cı proqramdasınız mənə görə. Təbii ki, Güney Azərbaycan milli mənfəətlərindən biz hər yerə baxırıq və sizinlə bir yol danışdıq biz. Ancaq daha çox özünüzün barəsində milli hərəkətə də nə yaptınız, necə girdiniz və böyle şeylər. Çox yaxşı oldu və elə o da sayfamızda yoldaşlar baxa bilərlər. Sizinlə bizim danışığımızı, söyləşimizi. Ancaq mən bilirsiniz ki, mən gördüm ki, siz bu Portrait of Colonizer and Colonized İngilizcəsini deyirəm, Albert Memmi'nin kitabını oxuyursunuz və onu rahatca, rəvanca anlatmağa çalışırsınız. O çox böyük bir xidmətdir. Yəni, o şey ki, bizdə həmən yoxdur, onu eləyirsiniz. Hətta məndən də öncədən də danışıbsınız bu barədə. Və bir iş görürsünüz ki, o gölə maya vurmağa bənzəyir. Birisi gölə maya vururmuş, yoğurt mayası deyəlim. O biri deyir ki, nə iş görürsən, sən bu gölə maya vurursan, göl yoğurt olmaz. Ama o adam ona bir ağırlı söz demişti. Demişti ki, olsa onda nə olur? Siz kitab oxumağı, illa da ki bizim durumumuzda, mesela nə kitablar yaxşıdır oxumağı? Mesela indi bizim kitabda, bizdə, bizim milli faallar, bizim milli hərəkətimizdə daha çox sport kitabları oxumaq lazımdır. Daha çox, nə bilim, Japon fəlsəfəsi, nə bilim, Konfusiyosun fəlsəfəsi oxumaq lazımdır, ya Gandhinin fəlsəfəsi yox. Mən fikir edirəm, mən yəni bunu müqəddəm olaraq danışığımıza açıram. Mən fikir edirəm, bizim milli hərəkətimizdə indiki zamanda, məsələn, biri böyrək xəstəliyi olsa, yaxşıdır ki, o günlər böyrək xəstəliyin barəsində bir şeylər oxusun, ya bir şeylər geçsin, böyrək xəstəliyini bilən adamların yanına, ya Google-dan indi, yəni
baxsın. Daha da ürəyə baxmaq biraz şey gəlir. O da yaxşıdır, onu da öyrənmək yaxşıdır. Ürək barəsində istəyir oxusun. O adamın ki, böbrək xəstəliyi var indi. Ancaq elə hər şey yoxsa yaxşıdır. Ancaq biraz ağıldan uzaqdır ki, bir adamın ki, böbrək xəstəliyi var, gedə məsələ məfsəllərin ağrısının barəsində 50 dənə kitab oxuya və o yan bu yana da poz verə ki, mən məsələn filan şeycəyib oxumuşam, mən aliməm, mən doktoram, mən filan. Hər halda, mən elə düşünürəm ki, sizin bu yolda çox, o nə deyərlər, əcrisiz, bir şey bəkləmədən, minnətsiz işiniz, müqəddəs iş buna deyərlər. Mənə görə dünyada heç bir şey, mənə görə dünyada heç bir şey müqəddəs deyil. Ancaq, əgər doğrudan istəyirik, axtaraq tapaq, odur ki, bir iş istəyir öz millətini cəhalətdən, səfalətdən, fəlakətdən qurtara və bir addım götürsə, o addım müqəddəsdir. O şəxs yox, o addım. Biz düşünürük ki, indiki Güney Azərbaycanın indiki vəziyyətindəki dünyanın ən pis vəziyyətdə yaşayan millətidir mənə görə. Ən səfalətdə, yəni bundan da kötü olmaz bizə görə. Yəni bəziləri indi o İrandakı ırqçılıq var ya, İnsaf Əli bəy, o farslardan gəlmiş ırqçılıq, Almaniyadan, Avropadan, dünyadakı ırqçılıq. Biraz danışacağıq biraz sonra ırqçılıqdan. Irqçılıq var, o ırqçılıqda bizə də vərasət gəlmiş. Bizdə də var o. Məsələn, Əfqanlıları əskik bilirik. Məsələn, bunlar açıq danışacaq. Məni şəxsən tanıyırsınız və məni sevənlər də, sevməyənlər də ən azından mənim direkt danışıqlı olduğumu bilirlər. Məsələn, Güney Azərbaycan türkü elə Farsa misalən, Farsdan almış o xəstəliyi, Avropadan oxuduğu o yandan bir yandan televizyondan, filmlərdən, Hollywooddan o yandan aldığı film, bütün o algılar ki almış, o da ırqçıdır biraz. Halbuki özü əslən yoxdur, ırqçılığın altında yox olur. Irqçılığın altında əzilir gedir, əslən yoxluğa tərəf gedir, uçurumdadır. Ancaq Əfqanın özündən az bilir. Ne bileyim, Afrikada ne bileyim, Ugandalını özündən az bilir. Yani bu bazı memleketleri de değil. Filan kəslər, səfeh millətlər, mesela Farslar necə deyil? Mesela Türklər böylədirlər. Hatta bilirsiniz ki, böyle 20 il, 30 il bundan öncəyəcən, yani Türklər böyle. Bizdə Türklər səfehlər, ağatmandadılar, Türkiyədə bir dənə caddə yox, Türkiyə verə, Türkiyə ölür. Ancaq gördünüz ki, tabi bizlər də deyəndə, sizi demirik ki, Türkiyəliləri deyirik, bizə deyərdilər. Və mən bunları şəxsi olaraq demirəm, genel olaraq. Onu demək istəyirəm ki, bizdə də ırqçılıq var. O ırqçılıq xəstəlikdir. İndi bunları tədavi eləmək üçün, bu uçurumun içinə ki biz gedirik, bu millətin yoxluğu, millətin ölümü nə tərəf ki gedirik, burada nə kitablar oxumaq lazımdır, hansı döhdürlər görmək lazımdır, hansı adamlarla oturur, nəyi bilgilənmək lazımdır, nəyə müsəlləh olmaq lazımdır, Albert Memmi'yi oxumaq lazımdır. Çünki o benzer durumlar zamanı, bize benzer durumlar, benzir de, yani aynı değil. El Cezayir aynı değil, Tunis aynı değil, ne bileyim, Orta Amerika, Güney Amerika, Afrika, Asya, aynı değiller ama benzer durumlardır. Benzer durumlarda olan yazarları, düşünce sahiplerini, savaşçıları, filozofları, onları oxumalıyıq. Onların düşüncelerinin ilə müsəlləh olmalıyıq. Biri Albert Memmi'dir. Hər kəs. Bunu sizinlə deyirəm, bərabər ki, Albert Memmi'yi yalnız oxumaq olmaz. Albert Memmi buradadır. Onun yanında şey var. Frans Fanon var. Və M.S. Sezer var. Bu üç dənəni bir yerdə oxumaq lazımdır. Əgər qərardır biri bu anti-kolonyalizmi, işgaldan qurtuluş düşüncələrini oxuya, təbii Lenin vardır, Marx vardır, ne bileyim, o birilər vardır. Bilirsiniz ki, 20-dən 30 dənə qurtuluşçu şeylərdən ad apara bilərik. Ancaq bu sizin bu gözəl işiniz ki, üzr istəyirəm, Albert Memmi'nin istemarçı və istemar olunan portret o görüntüsü, onun o nəqşi. Nəqş ayrı mənası var. Yəni, o portret nəqqaşısı istemar edənin və olan. Onu oxuyursunuz. Ancaq yenə də mənim son sözüm ki, istəyirəm sizi çağıram söhbətə. Budur ki, bu grup yazarlar, düşünürlər, bu üç dənədirlər. Hətta öz aynı zamanlara düşürlər. M.S. Sezer'dir, Frans Fanon'dur ki, mən onun düşüncələrinə həmən deyə bilərəm, aşıqəm.
Yəni və əlbəttə ki, hamısını sevirik və bunların yəni arxasında bilirsiniz Sartre vardır. Bunların arxasında öbürü Avropa filosofları, Alman filosofları, Fransız filosofları. Amma bu üç dənə fərqlidir və bunu yalnız oxumaq olmaz. Frans Fanonu yalnız oxumaq olmaz. Sezar'ı oxumaq lazımdır və Memini. Hər halda Memini mən çox filosof bilmirəm. Mən şəxsən. Amma yazar bilirəm. Hətta bizdə nağıl yazar desəniz, yenə də aşağı görünür. Yox, yəni novelist, yəni nə deyirlər ona, hekayə yazar, roman yazar, roman yazmaq. Hər halda yaxşı nağıllar yazır, çox gözəl düşüncələr, çox gözəl ali fəlsəfi mətləbləri tökmüş yazılarına və Buradan siz buyurun giriş yapın söhbətə, səlamları, sayğılar, siz danışın yoldaşlarına və siz nə gətirirsiniz bizə bu gözəl yazardan, bu büyük düşüncə sahibindən. Buyurun. Salam əziz və hörmətli dostlar. Hər kəs ki indi baxır, yoxsa gələcəkdə ömür boyu hər zaman bu videoya baxsa salam ərz edildiyindən biz olaq ya olmayaq, bu salam sizlərə olsun. Ərz edeyim ki, dostum, siz bilirsiniz, mən neçə ildir çalışıram, tamam dostlardan, hətta cənabınızdan dəvət elədim ki, məsələn, mən tanıdığım bir neçə filosof var Azərbaycanda. Biri də sizsiniz, cənabınızsınız. Mən məsələn, nə qədər xahiş eləmişəm ki, dostum, sizin cami-i şünasidə, yəni toplumsal bilimdə, sosiolojidə həman, ya psikolojidə, psikoloji, Türkçə deyirlər, ruhsal elmidə, amarda, iqtisadda, coğrafiyada, tarixdə, ədəbiyyatda, musiqidə bir təxəssüsünüz var. Bir təxəssüsünüz yarısında yoxdur. Dediklərinizin yarısında yoxdur. Yox, hərə da, hərə, yəni təhsili ərz eləmirəm ki, yəni hərə bir sahədə, məsələn, bunu mən Günas TV-də dedim, bir dana xanım toxunma başarır. Zulutka toxuyur, köynək toxuyur. Buluz toxuyur. Bir dana təxəssüsdür. Yəni, biz bir dana danışda aşmalıyıq ki, bizi təlim eləsin. Bizi tərbiyə eləsin. Bizi gələcək millətimizi qurmağa, idarə eləməğa, bu da siyasət deyil ki, bunun iqtisadı var, bunun ürətimi var, tolidi var, bunun məsrəfi var, bunun alı var, satı var, doları var, filanı var, bəhmanı var. Dünya, yəni, hətta nağıl yazmaq belə özü, şeir demək belə özü, musiqi çalmaq, konsert qurmaq, qonaq dəvət eləmək. Yəni, hər sahədə bizim ehtiyacımız var ki, təlimləşək. Onun üçün mənim etiqadım budur ki, hər kəs hər nə başarır, yaxçı ya pis. Deməsin, mən pis başarıram, məndən yaxçı başaranlar var, gəlsinlər qabağa. Düşsün, desin, ağa, mən bir belə başarıram. Bir beləni ölgəsin bu millətdə, bir də gedər ondan çörək çıxadar. Biri də ondan beyni dəyişilər. Biri də ondan, görəsiz gəldi, inqilabı keçdi sizdən qabağa. Yəni, biz müəllimlər bizə dərs veriblər, biz müəllimlərimizi keçmişik qabağa. Yəni, bu bir vaqiyyət. Öyle olmasa problem var. Tamam, yəni biz bunu inkar edənlər ki, deyələk, yaxşı, mən şikəstə nəfsizlik edirəm, yox, mən müəllimlərimi keçməmişəm, yox, mən müəllimlərimi keçmişəm qabağa. Öğrenci ustadını önüne geçmesi. Onda mesela o geri kafalı birisi. Yani onu öğrene ve ondan da yukarını öğrene de. Bəli. Bir de ki, mən dostlardan da tamam indigenə də buradan xahiş edirəm. Hər kəs hər sahədə təxəssüsü var. Baxın, indi elə cənabınız bir dana misal vurdunuz, böyrək xəstəliği. Bir dana döktürümüz var Azərbaycanda. Biri vardı, online bu şeylər vardı, döviz alver elirlər. Burs, nə bilim, amar, hər nə. Hər kəs hər nə bilir, gəlsin bunu Instagramda örgəsin. Əgər İran dövləti fars zədə mən deyirəm bunu, farsda yazanda, yəni bir farslıq, bir xəstəlik kimi görürəm ki, insanlar onu tuturlar. Ya insanlara tuttururlar. Elə ki, koronavirusunu insanlara verirlər də. Ben size bir yazını ben göndermiştim size, bilmiyorum neçə il tarihi, 20 yıl önce farszədeci, bimariye qabili dərman Mən buna təqidəm ki, farszədeci ya farszədə olmaq İranda bir korona kimi bir mərizçilik ki, yayılır və bunun xəstəlik bilirsiniz farsça kələmədir da, lik türkçədir, xəstə əski farsçası. Onun türkçəsi olur bir şeyə vurulmaq. O vurgunluğa. Bir də vurgun, məsələn deyib, vurgun eşidibsiniz xəstəlik. Bəli, vurgun. Vurgun. Fars vurgunu.
Bəli. Bu məruzçılıq ki biz tutmuşuq, bundan bir çıxmaq yoludur. O nədir? Budur ki, biz dövlət, əgər İran dövləti Fars vurğunluq dövləti icazə vermir biz öz dilimizdə danışqahacaq, milli, hətta dilimizdə yox, mən dildə danışqah mühüm deyil. Bizim milli mənafiimizin uğurunda olan bir danışqahlar açmalıyıq. Buna icazə vermir. Biz nə etməliyik dostum? Biz gərək özümüz qolumuzu çırmayaq yuxarıya, girək meydana, deyək ki, mən bir belə başarıram. Bir belə mən burada deyirəm, hər kəs məndən yaxşı başarır, gəlsin, geçsin qabağa. Və bir-birimizi təşviq eləyək, gələk. Məncə bu danışqahdır. Bunu mən aidiyasını hardan aldım, əziz dostum? Bir dənə Ləndəndə danışqah düzəldiblər. Dünyanın gələcəyini orada tərrah eləyirlər, bilirsiniz. İngilistan bilirsiniz, neçə yüz ildir dünyanı tərrahlıq edir. Yəni, dünyanın gələcəyi nəcür olsun, İngilislər. Onun üçün də hamı deyir ki, İngilis, nə bilim, hər nə mənə var, İngilislərin başının altındadır. Amma baxın, bir dənə danışqah qruplar adı You of People. You, elə universitinin University of People. Of People. Bir dənə danışqahdır. 2500 şey alır, euro. 4 il sizə lisans dərsi verir. 2500 euro. Və sizi əməldə bir dənə məsələn fوق lisans olursunuz ya lisans olursunuz ya fوق lisans 2 səthi dəfə ilə dərs verir. Ustad bir dənə ustad danışqaha oturur orada danışır. Məsələn 50.000 nəfər Çindən, Hindistandan, oradan buradan otururlar, ona qulaq asırlar. Axirdə də hamısından imtahan alır. İmtahan pulu. Deyir ki, biz burada fəqət pul almırıq sizdən. Fəqət imtahan pulu alırıq. Çünki bu imtahanları islah eləyə bir nəfər. Biz ona pul verək, bunu islah eləyək. İndi bunlar nə edirlər? Bunlar aidiyaların, dünyaya baxışların o danışqahdan hamıya soxurlar. Hamının beyninə soxurlar. İnsanlar o cür fikirləşəcəklər ki, bu danışqah onlara göstərir dünyanı. Yəni biz ayrı cür görə bilmərik ki, dünyanı. Bizə dünyanı göstərərlər, biz onu görərik. Bizə İran televizyonu bir cür göstərir, radiosu bir cür göstərir, Amerikanınki bir cür göstərir, Fransanınki bir cür göstərir, Çininki bir cür göstərir, Rusiyanınki bir cür göstərir, Ukraynanınki bir cür göstərir, Əl-Qaidəninki bir cür göstərir, filançı da bir cür göstərir. Çünki hər kəsən öz aidiyası ilə bizi təsirə qoyur. Bizim indi nə etməliyik, əziz dostum? Biz hər kəs bir dənə kitabı götürəcəkdir. Deyəcək ki, mən bu kitabı oxuram. Məsələn, mən bu kitabı dünənləri gördüm ki, qəfəsəmdə var, 3 günün qabaqda. Məşrutə-i İrani, maşallah, Acudani. Götürdüm bunu, bir nəfər, ya mən almışam, ya biri mənə hədiyyə edib, bilmirəm, hər halda. Götürdüm bunun dalı cildini oxudum, cildinin burasını oxudum, görüm nəmə nədir. Özət yazarlar da orada. Gördüm burada nə yazıbdır. Yazanlar şimdi bu kitabı tərif ediblər. İrəz Əfşar, Ehsan Yar-ı Şafir, Cəvad Təba-Təbai. Üçüncə qəşəh tanıyıram. Diqqət buyurun, yəni ki, diqqət buyurun. Kitabları var məndə, həm Yar Şatirin, elə burada mənim özümdə. Bu yəni nə mənə? Yəni pan-İranistlərin yad belə ifratiləri bu kitabı tərif ediblər ki, gəlin bu kitabı oxuyun. Mənə cəlib gəldi ki, bunlar bu qədər bu kitabı 3 dənə anarşist yox, faşist. Anarşist yox da. Faşist, bəli, iştibah elədi. Faşist adam bu kitabı tərif eləyibsə, bu kitab bizim əleyhimizədir. Əlbəttə. Əsən elə ona görə yazdım. Elə bunu baxın, bax. Elə bu kitab bizim əleyhimizədir. Bunu əgər istəsək, ya gərək oxumayaq. O gərək oxuyaq. Ya da oxusaq, yox, baxın. Ya gərək oxuyaq, ya da ki, gərək bunu oxusaq, milli Azərbaycançılıq ya milli türkçülük baxışı ilə baxaq, yaxud bunun harası bizim ziddimizdir. Elə burada mən bəzi şeylərin ya oxuyurdum, elə burada əla baxın kitabı görün nə günə salmışam. Yəni kitabı o günə salmasın demək oxumamışsın, anlamamışsın. Baxın, yəni nəqd edirəm, görün bu adam nə deyir? Məşrutiyyətə başlayır da, bohran-ı məşrutiyyət. Elə bohran sözündə mən soruşdum. Bu niyə deyir ki, məşrutiyyətə niyə deyir bohran? Yəni, bunu elə soruşmalıyıq bu. Əvvəl qəzabətin, öz qəzabətin soxur mənim zehnimə. Hətta düşüncə sunmur ki, yargı sunur. Yargı edir, yəni yargısı verib, sənə bunu qəbul elə. Mən bəhsimi buradan qoyuram ki, məşrutiyyət bir bohrandır, sən də bunu qəbul elə, bunu qəbul eləyəndən sonra mənim qalanlarımı da qəbul eləyəcəksən. Mən deyinəməliyəm, mən bunu, indi dostlarımızın biri gəlsin, nəqli kitabı nəqdini öyrətsin bizə. Əlbəttə. Bu bir dənə də, ağa, biz danışqaha, cənabınız getmişsiniz danışqaha, mən getmişəm danışqaha, Kanadada oxumuşuq, İranda oxumuşuq, orada burada oxumuşuq. Ağa, biz bilirik da kitabı,
nə cür yazarlar, nə cür şey elərlər. Nəqd elə. Tamam, gəlin buna oturun. Bizim zehnimizi kitablarla dəyişdirirlər. Biz də istəyək millətimizin zehnini dəyişdirək. İstəyək gələcəyi görsədək. İstəyək gələcəyi düzəldək. Baxın, mənim Günastivdə bir dənə fikri qoydum ortaya. İnsanların xiyalın əlindən al, sevin bir dənə canlıya ki, fəqət yemağa və seksə fikir eləyəcək. Hər şeyi onun aldığında, hər şeyi alıbsan da onu. Yəni, insanın xiyal eləmək gücünü əlindən al. Ağa, mən cavan idim. Fikirləşirdim, nədir bilərəm, nədir falan eləyə bilirəm. İndi görürəm, bu xiyalım aradan gedibdir. Mənim gücüm yoxdur xiyal eləyəm. Bu kitab nə edir? Sizdən xiyal gücünü alır. Biz indi millətimizə xiyal gücün, ağa, nə cürəsən təxəyyül eləyək? Əl yetişməz şeylər biz təxəyyül eləyəcək ki, əl yetişsin. Əl yetişən şeyləri təxəyyül eləmək ehtiyac yoxdur ki. Biz xiyal eləyək ki, məsələn, duracaq maşınımızı sürək. O əslən önəm daşımır. O xiyal mühümdür ki, deyə, ağa, mənim maşınım yoxdur, mən maşın almağı nə cür alacağam, nə cür qazanacağam, həlal. Özgəni uğurlamayacağam, kiriyə satmayacağam, xəlqin gedib evinə düşməyəcəyəm, namuslu falan eləməyəcəyəm. Yox, mən gedəcəyəm, işləyəcəyəm, bu yolundan bir belə pulu pəsəndaz eləyəcəyəm, dalıya qoyacağım, pəsəndazın türkçəsi bəlkə dalıya qoymaqdır. Bunu artırmaqdır. Artıracağam, sonra bundan gedəcəyəm maşın alam və filan maşını alam. Niyə alıram? Ondan sonra onu xiyal edirəm. Mən istəyirəm uşaqlarıma param eşiyə, mən istəyirəm xanımıma param eşiyə, mən istəyirəm gedəm zindicanlıqdan ləzzət çəkəm. Bizim əvvəl, Oğuz bəy, bizim xiyal gücümüzü öldürüblər. Xiyal gücümüzü öldürdükləri üçün üzr istəyirəm, çox məni bağışlasın dostlar. Amma vaqiyyətləri, acı sözləri deməsək, millət ayılmaz. Biz çönmüşük, bir dana camışa bənzirik. Bir dana inəyə bənzirik ki, yaxçı süd veririk. Azərbaycan yaxçı süd verir İrana. Orada qalmamış çox da, o sonlarıdır. Hər nə qədər, biləxərə, hələ ki verin, sağırlar bizi. 100 ildir. Bizi sağırlar və getdikcə də sağacaqlar. Yəni, hələ belə bizə onlar, baxın, dünyanın gələcəyi su üstündə savaşdır. Bunu mən ha zaman demişəm, elə Urmu gölünün o konfransı ki, dedim, 1379-80 idi, biz getdik o konfransa, Urmu gölünün konfransına şeydə, Urmiyyədə, Danışgədiyə Keşavərzidə. Orada getdik ora, orada dedilər ki, dünyanın gələn savaşı su üstü olacaq şeydə, dünyanın yox ha, deyək, yəni o Orta Doğu, Xavərmiyanə dedikləri yerin savaşı su üstündə olacaq, su yoxdur. Su qıtdığından dolayı adamlar öləcəklər. İndi biz o gündən bu günə neynəmişik? Bir dana xiyal qura bilmirik. Hər halda, indi sözü qısaldım. Dönəcəyik ki, sizin bizə və eşidənlərimizə və bizim ki, qoyacaqdır öz saytımıza ki, bunu Cayıp'ın saytına, bizə Alberməmidən bizə istismar nedir? İstismarçılıq nedir? Sizdən gəlib, sizin başınızdan gəlib geçmiş nə gətirmişsiniz? Baxın, elə budur. Biz o zaman ki, xiyal quranmırıq, Oğuz bəy, xiyal quranmırıq, bilməyəcək istismar nəmədir. Hamımız istismar sözünü işlədirik. Hətta keçən söz danışığımızda bərabər mən cənabınızdan soruşdum. Cənabınız dedi ki, mən bu kitabı İranda filan ildə oxumuşam. Mən cənabınızdan bu sualı soruşdum ki, bu kitabı belə inqilabdan qabaq 40 min cildi satılıb bu kitabın, Albert Məminin kitabının tərcüməsi, Tehri İstismargər və Tehri İstismarzədə altında Humanati tərcümə edildi. 40 min nəfər bunu alıb oxuyub heç olmasa. Yəni alanlar 40 min nəfərdir. Oxuyan da bəlkə cənabınız oxuyurdunuz, verirdiniz, mən də oxuyurdum. Kitablar bir-birinə verilirdi. Bəli, bir zaman o cür idi. İndi bunu oxumuşuq, amma nədən inqilab olanda heç birimiz demədik ki, Azərbaycan və Türk. Niyə demədik? Çünki bu kitabı elə tərcümə eləmişdilər, elə yazmışdılar ki, cənabınızla mən bunun əvəzinə ki, düşünək Türk nədir, Azərbaycan nədir, istismar nədir, müstəmirə nədir, deyirdik ki, İran adında bir məmləkət Avropanın ya Amerikanın ya filanın müstəmirəsi dediyi düşünürdü. Bunu da öncədən danışmışıq sizinlə də, hər kəsinlə də. Vətən nədir? O vətən anlamı ki, sizə verilir, o vətən algısı. Vətəni öyle görürsünüz. 1979-da çoxları Azərbaycanı, Güney Azərbaycanı ərz edirəm, özünə vətən bilmirdilər. İranı vətən bilirdilər. Bəli.
Elə indi də var. Ha da, ama o zamanki onlar içi xiyabana çıxdılar, canlarını qoydular xiyabana. Xiyabanda güllələrin önünə, şahın güllələrinin önünə. Onlar İranı vətən bildilər. İçlərində var idi. Çox az. Çox sevdik. Amma baxın, yenə də Oğuz bəy, indi hardan geçir bu? Kitabdan geçir. Yəni əgər onlar İrancı olmuşlar, Azərbaycan və Türklüğü düşünmürdülər, bu kitablardan ki biz oxuyurduk, bizim beynimizi istimar edirdilər, müstəmirə, sümürcə edirdilər. Yəni bu, baxın, ən gözəl, kimi siz rahat sümürcə eləyə bilərsiniz, kimi istimar eləyə bilərsiniz. Baxın, indi geçəcəm o tərəfə. Bu adamlar ki, dərs oxurlar, kitab oxurlar, hər nə qədər çox kitab oxur, əgər bu kitablar istimar üçün yazılsa, çox, onun zehni çox bu kitablara inanacaq. Yəni, çünki bu, bizim zehnimizi bu düzəldir. Biz axı bir şey gətirmirik, ayrı yerdən gətirmirik. Oxuyanın da, oxumayın. Ya oxuyuruq, ya televizyona baxırıq, ya filmə baxırıq, ya radioya qulaq asırıq, ya ruznamə oxuruq, ya məcəllə oxuruq, ya dostlarımızla danışırıq, ya müəllimə qulaq asırıq, ustad danışqaha qulaq asırıq, ya məsciddə mollaya qulaq asırıq da. Ya bunlar da bizə bunu deyirlər. Yəni yenə bu kitablardan götürürlər, bizim beynimizə soxurlar. İndi mənim istəyim dostlarımızdan budur, gəlin danışqahımızı quraq. Hər kəsən onlayn bildiğin kitabı oxuyur, gəlsin onu oxusun və desin. Qorxmasın ki, qələt oxuram, ya qələt olar, ya mənə Oğuz bəy deyər ki, sənin məsələn iştibahın var. Var da. Nə ki gözəl mənim iştibahım var. Kaş biz iştibah eləməyə cəsarət edək. Mən də bilirsiniz ki, yola çıxmaqdan çəkilmərəm. Yola çıxaram, yolun yanlışları olur, mən yanlışlar edirəm və siz də öyləsiniz. Yola çıxmaq lazımdır. Yola çıxandan sonra görək nə olur. İştibah eləməz, qabağa gedənməz. Sən iştibah kilitdir, yola getmək. Hətta elmidə, rəvanşünaslılıqda buna deyirlər ki, azmun o xəta. Olmasa heç bir şey gəlişməz ki. Əsən əqil gəlişməz. Əlbəttə. İndi biz nə yapacağıq? Yarım saatdə biz danışırıq. Biz çox böyle belirli şeyler. Çünkü böyle danışsaq biz her şeyi danışırıq. Mən istimara geçirəm. Baxın, sizdən bir şey soruşacağım. Albert Memmi kimdir? Buyurun. Albert Memmi zahirən bir Yahudidir. Amma Tuneslidir. Yəni müsəlman məmləkətində bir Yahudi zadədir. Yahudidən olmuş bir ailədə olubdu. Bilirsiniz də, Yahudilər bizlə fərqlidirlər. Onlar nənədən alarlar dini. Dili nənədən alarlar, dədədən almazlar. Dədə müsəlman oldu, o hesaba gəlməz ki, deyəsi bunun oğlu müsəlmandır. Yox, nənə önəm daşır. Və yoldaşımız yazmış ki, Oğuz bəy Naum Chomsky'yi çox sevir. O bilir ki, mən kimi sevirəm. Yox, mən heç kəsi sevmirəm. Buyurun. Şey kimdir? Albert Memmi kimdir? Albert Memmi bir Tunes'te olur. O zaman ki Tunes'te doğulur bu bir Yahudi ailədə. Bu Tunes Fransalilərin, Fransa dillilərin, Fransazədələrin, Fransalizmişlərin baskısı və sümürgəsi altındadır, istimar altındadır. Amma bu adam ki oxuyubdur, diploma alıbdır, İstircədə indi Fransada dərs oxuyur, bunu bilmir. Bilmir ki Fransa müstəmirədir. Deyir ki, yox, mən Fransa dili başarıram, mən Fransa millətinə aidəm, bax, dünyanın qabaqda getmiş bir millətidir. Durur, gedir Fransada, danışqahda dərs oxuyur, bir böyük danışqahda, döktürasını alır, bunun ustadları da elə burada kitabın müqəddəməsində də yazıbdır. Biri Jean-Paul Sartre bunun niyə məşhur oldu şey? Memmi. Çünkü Sartre bunun o kitabına bu Colonizer və şeyinə not yazdı. Colonizer and Colonizer. Ön sözün yazdı. Ona görə məşhur. Çünki Sartre çox böyük. Sartre hamı tanıyır Avropada. Bunu heç kəs tanımır. Hələ də dünyada bunu heç kəs tanımır. Bu Albert Memmi 20-ci əsrin ən önəmli Yahudi yazarıdır və düşünürüdür. En önemli Yahudi düşünür. 20. əsrdə ki bitti. Budur. 1920'de doğulmuş. 2020'de de 2 yıl önce de ölmüş. Bu 100 yıl yaşamış, bayağı yaşamış yani. Bu adam çok az tanınır. Akademiyada tanınır.
Ancaq çox da tanınır bir adam deyil. Sartre tanınan, Jean-Paul Sartre çox tanınırlar. Mesela mən özüm də sizə dedim geçən dəfə danışanda bizim elə eşqimiz budur ki, Sartre'dan oxuyaq, nə bilim, bunları oxuyaq o zaman. Biz Sartre oxuyuq. Çünki Döktürəli Şəriətin tərəfindən tanımışdıq biz Sartre'dan tanıyacağıq. Çünki Fransızlarda adı da biraz əcib qərib gəlir. Adama şey gətirir ki, biz məsələn, bilirsiniz bizdə o xəstəlik var ki, elə Albert Memmi onu şey eləyir, yazır ki, o xəstəlik var ki, biz mesela bir de normal bir söz, ata-baba sözünü mesela onu desək ki, mesela bir qərbi adamın bizə namənus bir adamın adı ilə desək filan kəs deyibdir. O çox önəmli gəlir. O bizdə o əzikliyin nümunəsidir. Onu siz yaxşı bilirsiniz məndən. Buyurun, Albert Memmi. Albert Memmi Fransada bunu bilməyərək ki, özü, yəni beyin yıxanıb, değişilib, Tunesliləri bir millət bilmir. Tunesliləri Fransalilərin kölgəsində kölə kimi yox, amma məsələn istəyir ki, biz onlarla çəyik. Onun üçün məsələn başına rəq qoyur, tərzi buyurun, özün bənzədir Fransalilərə ki, Fransali olsun. Yəni, məsələn, bizim də indi İranda Farsı danışırıq ki, Farslara bənziyək. Ki, Farsların əlində olan imtiyazlardan biz də ələ gətirək. Yoxsa niyə Farsı danışırıq ki? Onlar da ərəb paltarını çıqadır, fokul vurur, nə bilim, başın rəhlir. Məsələn, mən hətta özüm Almana getdim, gördüm ki, bizim bəzi dostlarımız başın sarı rəhliyib. Bir dana dostumuz gördü, ağabbaq eləyibdir. Dedim ki, sən niyə başını ağ eləmirsən? Dedi, mən gördüm ki, qərə qalsam, mənə deyəcək, başı qərə. Yəni, bu hər yerdə, hər halda bu şeydir. Elə başı qərə deyirlər onlara. Bəli, mənə qəzavət eləyəcəklər. Mən gördüm ki, başımı da sarılasam, deyəcəklər ki, özündən çıxıb ilinasyon olubdur. Dedim, yaxçısı budur ki, başım ağ elə. Adamlar desinlər, bunun başı ağdır. Heç bəlli olmasın hardanam. Yəni, hüviyyətin gizdir. Hər üçü də hüviyyətin gizdir. O iki başını qərə saxlamağa çalışır, qorxur, amma o iki ağ elir, o iki sarı elir. Hər üçü də hüviyyətindən qaçır, kimliğindən qaçır. Çünki özündən utanır, özünü aşağı görür. İstəyir ki, o özündən yuxarı gördüğünə yaxınlaşmaqla, bənzələşməklə özünə bir mövqeyiyyət, siyasi, ictimai, iqtisadi, əmniyyət ala. Amma öyle de olur da biraz. Ərz edirəm, olur, niyə olmur? Məsələn, bu kitabı yazan. Öyle de olur. Yani %100 olmur. Yani elə, çünki bugün yalnız, mən çox istəyirəm bugün yalnız Memmi'yi danışaq, onun düşüncələri. Çünki mən onu oxumuşam. Siz şey oxuyubsunuz ya yox, Pilar of Salt'ı oxuyubsunuz ya yox. İlk kitabıdır. Biz danışmaqda 1956'da filan da yazmış. Bu kitab, bəli, hududan o il yox, Pilar of Salt'ı. Yox, oxumamışam. O Pilar of Salt yəni duz heykəli. Mən başlasam deməyə duz heykəlindən filan olacaq mənim danışmağım. İstəyirik sizdən işlə. O duz heykəli təqribən otobiografidir. Onu oxuyan yaxşı anlayır ki, Memmi əslində şəxsində kimdir yəni. Hər halda. Memmi hər halda gedir Fransaya, Fransada dərs oxur, hala çalışır ki, Fransalı görünsün, hala çalışır ki, ərəbliğin dansın, tarixin dansın, dilin dansın, hər şeyin dansın. Sonra doktorasını alır, bir müddətdən sonra indi Tunesdə inqilab başlayır. İnqilabın səsi gəlir, çıxır bunun qulağına. Nə inqilabı? Fransada, Tuneslilər Fransa'nın əleyhinə inqilab ediblər, istiqlal istəyirlər. İnqilab deyil, şeydir, yəni qurtuluş savaşdır. Rəsmən savaşa giriblər. Yəni inqilab o deyil. Kəlmələr çox önəmlidir bizim alanda. Əslində inqilabın mənası savaşdan gəlir, değişməkdir. Değişməkdən gəlir. Yəni bizim zehnimiz değişməsə inqilab eləyə bilmərik. Biz İranın 56-57-də zehnimiz değişmədiyi üçün Xamenei şahı götürdük Əmmalini. Təbrizdə bir şüar vardı. Əmmamədən Xümeynidən şah olmaz, Əmmamədən tac olmaz. Amma biz nə elədik? Gətirdik. Yəni biz deyəndə İranda yaşayanlar gətirdilər, o adamı Xümeynini qoydular şahın yerinə. Ondan da çox qüdrət verdilər. Yəni yeni qanun əsası ki yazdılar. Niyə? Çünki beynimiz değişməmişdi. Biz həyəcan olduq. Bizi qoltuğumuza qarpız verdilər radyodan.
BBC-dən oradan buradan kasetləri bilmirik kim bunlara verdi, kim pulunu aldı, filan bəhman bir belə kaseti bu İranda Xumeyni'nin gətirdilər oraya. Tamam çıxdıq xiyabana. Beynimiz değişmədiği üçün sistem de inqilab olmadı. Buna inqilab deməzlər. Bu inqilab deyil. Dönün Albert Memmiyə. Rejim değişimi. Bunu deyirlər. Necə ki məsələn deyirəm tarixdə Səfəvilərdən sonra məsələn deyirəm Zəndiyə gəlib də Əfşariyə gəlib. Heç birisinə demirlər inqilab. Heç birisinə demirlər devrim. Hamısına deyirlər ki rejim değişibdir. Rejim değişib. Aha. Amma burada bizə deyirlər ki 56-da biz inqilab elədik. Sizin beyniniz değişməmiş. Nə mən inqilab eləmişsiniz? Məşrutiyə inqilab deyirlər. Əslində orada deyim değişməyib. Hətta diqqət buyurun, hətta məşrutəni deyirlər ki, sifarətdən çıxanlar, İngilis sifarətindən çıxanlar deyirlər biz məşrutə istəyirik. Cəlib də əgər bu söz doğru olsa, diqqət buyurun, maşallah Acudani ilə bu iştibağı deyibdir. Deyir ki, əgər bu doğru olsa, bunlar niyə çıxıblar deyiblər biz şey istəyirik, ədliyyə istəyirik. Niyə deməyib də bir məşrutə istəyirik? Heç kəs deməyib. Hətta Müzəffəriddin Şahın hökmündə təsis məclis Darüşşura hökmü var. Əslən məşrutə sözü yoxdur. Təhti adam ki məşrutədən, rəsmi siyasilərdən məşrutə sözünü işlədibdir. Məhəmməd Əli Şahdır ki, sonra müttəhəm olubdur istibdada. İttifaqən bunun elə bir dana sözü budur. İstibdadı məna eləmir istibdad nədir, amma deyir ki, filan kəs müstəbiddir. Filan kəs də azadixahdır. Yəni qəzabətin əvvəl eləyir. Oğuz bəy azadixahdır, İnsaf Əli müstəbiddir. Tamam, siz də bunu qəbul edin. Ağa, azadixah nədir? İstibdad nədir? İnqilab nədir? Bohran nədir? Bunları əvvəl deyir. Bir əvvəl müşəxəs elə ki, sən nə məniyə bohran deyirsən, nə məniyə istibdad deyirsən. Yox, bunları deməyəcək. Bu bizim hər halda arz etməmi görür ki, Tunisdə bir savaş gedir. Bir inqilab gedir. Millət durublar Fransəlinin qabağına. Silah götürüblər, ölürlər və öldürürlər. Durur gedir, gəlir vətənə bir istilah. Görür ki, wow, burada bir şey var. Bundan danışır, ondan danışır, onu görür, bunu görür. Yavaş-yavaş bunun zehninə gəlir ki, biz müstəmiriyik, istemarıq. İndi müstəmirə və istemar bizə mənası, anlamı yoxdur. Biz bu kəlməni düşünməliyik. Bu kəlmənin bizdə, yəni hamı indi baxın, cənabınız diqqət edin, tamam dostlarımız istemar, müstəmirə kəlməsini işlədərlər. Amma mənası nədir? Yəni ona görə bizim ondan məna düşüncəmiz yoxdur. Hətta inqilabdan qabaq da o 40 min nəfər heç bir kitab oxumuşlar. Niyə mənası? Çünki orada mənanı bilmirdilər. İndi o zaman ki siz buna deyirsiniz sümürcə, türkcə, somrulmuş. Məsələn bir dənə şokolatı alırıq ağzımıza somruruq. Onu yeyirik, qutarırıq da. Bu da sümürcə bizi bir nəfər bizi somrur. Qanımızı, pulumuzu, məmləkətimizi, dilimizi, fikrimizi, düşüncəmizi, tariximizi, ədəbiyyatımızı, musiqimizi, mədənlərimizi, suyumuzu, bunlar sümürür bizi. Şilankını qoyubdur, Urmu gölünə sümürdü getdi. Elə bir Nuşabə itir. Qoyub mədənə təhdi getdi. Baxın, insanlara desəz ki, sümürcədir, daha rahat. Çünki bu kəlmə ilə tanışdır. Bizim dəfələrcə təkrar elədiyimiz sözlərdən biri budur ki, bir şeyin fəlsəfə alanında, düşüncə alanında biz deyirik bunu. Bir şeyin türkçəsi yoxsa, o bizə yoxdur. Yoxdur. Yox. Bir şeyin, niyə bunu demişik? Bu çox önəmli bir sözdür. Onu türkçə olanda biz onu, çünki onu yaxşı həm anlaya bilirik, həm algılaya bilirik. Yəni, onun barəsində də düşünə bilirik. İndi dönəlim Albert Memmi, sizə görə istemarçı ilə, onu ərəbcə kullana bilərik, sömürgəçi ilə, kolonizer ilə, kolonizdin, istemar olunanın, sömürgə olunanın rabitəsini necə tərif eləyir? Buyurun. İndi bu adam, siz buyurduğunuz kimi, əvvəlcə roman yazandır. Baxın, filsufların çoxu fəlsəfə kitabı yazmazlar. Düşüncəli roman şəklində yazarlar, verərlər camiəyə. Camiədə insanlar hikayəni çox sevər da fəlsəfə. Fəlsəfəni bunu oxusun bu hikayəni, görsün ki bu hikayə bunun zehninə bəzi şeylər yerləşdirsin. Mütəəssifانə İranda bu hikayələri də əl aparırlar, farslaşdırırlar. Acudani'nin bir gözəl sözünə mən rast gəldim ki, bizim fikrimizi burada da göstəribdi. Yazıbdı ki, mən bunu sevdim yəni bu fikri. Əgər icazə buyursaq bunu tapın deyib ki, deyir ki, Zəbon buradadır. Deyir ki,
روشن‌تر بگویم از آنجا که ما تجربه چنان مفاهیمی را نداریم، مشروطه، انقلاب، ne bileyim hukuk, vəkil, qanun əsası, azadi, bu tür bir şeyləri deyir. Yani vaqti hükümet milli یا مجلس ملی یا حکومت قانون و مشروطه نداشتیم نمیتوانستیم چنان مفاهیمی را هم در زبان داشته باشیم. Yani biz yoxumuz idi, dili də yox idi. Yəni bunu düzəldəndən sonra adını qoyublar Xudkar. Əvvəldən Xudkar yox idi, qələm yox idi. Bunu düzəldəndən sonra bir nəfər bunun adını qoydu, qələm, biz də buna baxdıq dedik buna qələm deyirlər. Ondan sonra buna şeir yazdı. Diqqət buyurun. İndi Albert Məmi əvvəlcə gəlibdi fikirlərin dastan şeklindədir. Sonra gəlibdi bir dənə ciddi kitab yazıbdı. İstemarın portresi, diqqət buyurun sözə, portre kəlməsini işlədibdi. Portre normalda bir əksə deyirik ki, divara vurulubdur, amma adam əksidir. Yəni təbiət əksi deyil. Buradan üstə ya adam məsələn tamam qəddir ya yarım qəddir, hər nə qədərdir, onun portresi deyir. Amma ona biz baxanda o adamı, məsələn Mona Lisa'nı heç kəs görməyib tarixdə. Yəni siz də görməmisiniz, mən də görməmişəm. Amma biz o tabloya baxanda o adamı təsəvvür edirik, zehnimizə bir adam gəlir ki, belə məsələn gözəl imiş ki, gözəl deyilmiş, qalıb insanlar ya belə gülürmüş məsələn. Amma burada indi bu adam gəlir, bu iki dənə rabitəni görür. Yəni Tunisə gedir, görür ki, millət bu cür yaşır. Burada bir dənə güc var, bir dənə gücsüz var. Bu güclü bir şeyləri gücündən dolayı bu insanlara qəbul elətdiribdir. Zorlayıbdır, bu insanlar onu qəbul ediblər. Bir dənə rabitə qurubdur. Bu rabitədə bir iddə yuxarı məziyyətlər var, bir iddə məziyyətləri yoxdur. Bu gəlib buna deyibdir ki, bu rabitə ki, biri hər şey əlindədir, birinin heç zad əlində yoxdur. Biri özünün hər nə istəsə özünə görə onu hamıya impoz edir, hamının beyninə soxur. O birisi bunları almağa haqqı vardır. Bunların qabağında durmağa, özününkindən difa eləməyə, ya özünün görsətməyə haqqı yoxdur. Gəldi dedi ki, bu rabitə istimar və müstəmrə rabitəsidir. Sümürgəçi və sümürgələşdirirlər. İndi mən nə cür düşünürəm? Mən biraz ondan fərqli düşünürəm. Əlbəttə bu kitabdan almışam, biraz bunu genişləşdirilmişəm. Elmi də budur. Elmi də heç kəs gəlib əvvəldə bir şeyi ixtira eləmir. Hərə bir tikə izafə edir, bir dənə piçi dəyişdirir, olur məsələn elm. Ərz edeyim ki, mən beləsi düşündüm. Bu adam istimar nədir oldu? İstimarla müstəmirlərin rabitəsi nədir? Birinci dəfə budur ki, bir dənə millət biraz güclü. Gücsüz milləti gəlir, alır, işğal edir torpağı. Əvvəl torpağı işğal edir. Sonra bunların zehnin, beynin işğal edir. Nə ilə? Adamı öldürür. Külliyə bağlır, bir 5-10 nəfəri öldürür. Qətliam mənası, mən indi burada keçən servis ərz elədim sizə ki, mən nəzəriyyə pərdazam, ona indi istəyirəm burada bir-iki dana mənanı deyəm, görəsiniz ki, mən fərqli düşünürəm. Məsələn, mən qətliam mənasını o cür ki, dünyada deyilir, o cür düşünmürəm. Əbədə o cür düşünmürəm, mən fərqli düşünürəm. Əxlaqı da, fəlsəfəni də, dini də, hər şeyi fərqli düşünürəm. Deyir ki, bu adam nə edir? Gəlir, 5 nəfəri öldürür. 10 nəfəri öldürür. Amma adamların gözünün qabağında öldürür. Adamlar qorxurlar. Bizi də öldürər, bizi də tutar, bizi də salar zindana. Bunlar nə olub? Qorxuya girirlər. Qorxuya girəndə deyir ki, nədir? Cıqqıllaşır. Siz həmişə diqqət buyurun. O adamlar, o heyvanlar qorxurlar. Məsələn, mən itdə, pişikdə çox görmüşəm. Quyruğunu soxar daldan qıçının arasından özün yığar. Güclünün qabağında, alfanın qabağında o iki betadır ya o iki zəifdir, özün çiçiklədər, yığar. Hətta meymunlarda bir ayrı adət vardı. Alfanın qabağında, o güclünün qabağında məmulən erkəklər belə əylərlər, dalların görsədərlər, arxaların görsədərlər ki, buyur da, nə incikdirsən bizdən gör. Yəni bu qədər heyvanlar da belə qorxanda o cür. Bunlara gələrlər, təcavüz elərlər. Millətin gözünün qabağında. Arvadlarına, qızlarına, nə bilim, oğlanlarına təcavüz elərlər, öldürərlər. Məsələn, Təbrizdə gəlir xiyabanda, Sahat meydanında cavan oğlanın başını kəsirlər. Firqə Demokratın dövrəsində gəlirlər, Tehrandan gəlirlər, başını kəsirlər cavan oğlanın. Və biri də adam öldürürlər. Deyək ki, məsələn, 25 min nəfər adam öldürürlər, deyək. 25 min nəfər neçə milyon adam, 1 milyon adamı qorxutmaya ki, gələk. Amma biz o 5 nəfərin ölməyi ilə, o 25 nəfərin ölməyi ilə bir qorxuya giririk, təslim oluruq. Bu qətl
qətliamdır. Qətliam buradan başlanır. Niyə? Çünki qətliamda istəmir adamı öldürə fəqət. İstəyir ki, səni təslim eləyə, sənin özünə hər nə deyirsən onu qəbul eləyə. Biz burada nə oluruq? Qətliam oluruq. İndiyəcən biz hələ fəylən bu qorxuda yaşayırıq. Xümeyni bir neçə nəfəri öldürməklə gəldi hökuməti qoydu. Tirbaran elədi və hamı qorxdu. Şahın adamların edam edilir, savaşları edam edilir, falanları edam edilir. Tamam. Ondan sonra gəldi inqilabilərə növbət yetişdi. Onlardan da bir 5-10 min nəfər öldürdü. Hamı getdi aşağıya. Hətta sizin də yadınıza gəlsə Təbrizdə, orada, burada, hər yerdə qəfəxanalarda bəhsi siyasi məmnu. Ora getdik ki, bizə dedilər heyvan olun. Bəhsi siyasi, yəni ki, biz adamıq. Çünki insan siyasəti düşünməsə, siz o zaman ki, deyirsiniz ki, çörək niyə bahadır, ya niyə yoxdur, niyə işsizlikdir, yəni siyasisiz. Bu, amma indi görürük ki, Memi gəlir beləsi rabitəni görür. Görür ki, bunlar əvvəl torpağı işğal elədilər, sonra 5-10 nəfər öldürməklə, zindana salmaqla, şikəncə eləməklə qorxu yaratdılar. Bu qorxu bahis oldu, hamı təslim oldu, heç kəs bunların qabağında müqavimət eləmədi. Ondan sonra bunlar başladılar, sizin tarixiniz yoxdur, sizin diliniz yoxdur, siz müsəlman deyildiniz, siz ərəb deyildiniz, sizə bunlar müsəlmanlar zorla giydiriblər, sizin dininiz zorla olubdur, filan bəhman. Bunlar yavaş-yavaş Fransa dili çox mühümdür, elm dilidir, ədəbiyyat dilidir, roman dilidir, fəlsəfə dilidir. Bu cür bunlar qaldılar, tamam biz də bunlar deyirlər, biz də qəbul edirik, tamam. Öz dillərində oxuyanmədilər, tarixlərini oxuyanmədilər, millətdə ixtisaslarını oxuyanmədilər. Deyirdilər ki, hətta bunu siz məndən yaxşı bilirsiniz, Cənubi Amerikada hamısı İspanişdir, yəni İspaniyayı dillidirlər. Çox məmləkətlər, ya Fransadır, ya İspaniyadır, bu iki dənə də, Portugal da var əlbəttə. Bunlar gəliblər, bunların hamısının dinin çeviriblər. Torpaqların alandan sonra, özlərini öldürəndən sonra, qətliam fikrinə bunların alıblar əllərindən alandan sonra, bunların hamısı özün indi Portugali dilli bilir, İspanyol dilli bilir, Fransa dilli bilir, falan dilli bilir, nə bilim İngilisi dilli bilir. Amma 400 il, 500 il, 600 il, 700 il o işğaldan geçir. Bunlar da Fransalı olmağa, Portugallı olmağa, İspanyalı olmağa çalışırlar. Yəni o teknolojiyə çatacaqlar, o pişrəftə çatacaqlar, o mövqeyyət ictimaiyyət çatacaqlar, dünya səviyyəsində düşürlər. Amma hala həman xakəm ki həstəm, 800 il bundan qabaq nə qədər dalıdılar, elə indi də dalıdılar. Hətta indi ondan çox dalıdılar. Məsələn, bir Hindistandan bunlar 80 trilyard sərvəti çıxartdılar eşiyə. Onlar gedəndə deyir ki, hindilərin məsələn 23 trilyard sərvətləri var idi. Onlar çıxanda 3 trilyard sərvətləri qaldı. Yəni, bu qədər istimar bir dönəm milləti, bu adam gəldi bunu biraz bizlərə görsətdi. Yəni, öz millət, orada mübarizə gedir, silahlı savaş gedir, Tuneslər silahlarını götürüblər, durublar işğalın qabağında. Birinci işğal. İşğal hardan başlanır? Dedim, zehnidən başlanır. Bizim zehnimiz işğal olmasa, müstəmirə olmasa, sümürcü olmasa biz onları qəbul eləmərik, qabağında dururuq. Hətta ölərik. Yəni, iftixarla insan gedər ölər. Niyə? O zaman ki, qəhrəmanların kimlərə deyirik qəhrəman? O adam ki, millətinin yolunda durur, savaşır, ölür, ona deyirik qəhrəman. Amma o adam ki, təslim olur, ona demirik qəhrəman. Heç vaxt tarixdə bir dənə qəhrəman yoxdur ki, təslim olur. Qəhrəmanlar olardılar ki, millətlərinə inanıblar, onun yolda savaşıblar, ölüblər. Yəni, inancılarını. Amma bizim zehnimiz hamımızın, xüsusən indi biz Güney Azərbaycanlıların və Qəşqailərin zehnimiz, türkəmənlərdən danışmıram, türkəmənlərin zehni hala %75 belə deyə bilirəm ki, sağlamdır. Bizlərin zehnimiz müstəmiri olubdur, sümürcü olubdur. Biz o cür düşünür ki, fars düşünür. Onun üçün də bizim hərəkatımız, hər şeyimiz farsların eyni özüdür. Yəni, Cənab-ı əvvəldə buyurdunuz ki, biz istirik farslarla bir şey eləyək, deyirik, Əfqanlı kimi aşağısız. Mən dedim ki, ırkçılığı onlardan bizdə də var normalda, yəni əski tariximizdə. Ancaq bu modern ırkçılığı onlardan vərasət almışıq. Buyurun. Bu normaldır. Yəni, baxın, niyə almışıq? Çünki onlar bunu bizə veriblər və biz normaldır. İnsan sevər ki, o ki, ha onu sahibdir, o sahib kimin olsun, onun kimin olsun.
Hər kəs ki bizdə, məsələn deyirəm, bizim featuring bir dənə familimiz var, ya bir dənə dostumuz var ki, çox şik giyinir, maşını yuxarıdır, evi filandır. Biz onu özümüzə ülgü tuturuq da, istirik ki, o nə iş görür, biz də o cür bir işlər görək. Biz də ona tabii iş görək ki, biz də o cür bir moqiyyətə çıxaq. Bu normal değil mi? Bir varlığa bu normaldir. Bu brainwash'dır. Brainwash və müstəmrə olmaqdır. Yəni ama insan istəmir gücsüzə bənzəsin. O da var yani. Tabii ki. Yəni bu insan məsələn indi biz baxırıq görürük ki, Amerikalı hünərpişələrə bənzirik. Hamımız çalışırıq ki, o cür geyinək. Niyə deyirlər pulludur, gözəldir, mərufdur. Bu normaldır, değil mi? Amma bu normaldır bu iş. Yox, biz özümüzə aşağı görürük, normal deyil. Anlayıram, ancaq aşağı gördüyümüz özümüzdən yuxarıya bənzəməyə çalışırıq. Yəni baxın, əgər məsələn mən qaşımı, başımı, dodağımı dəyişdirirəm, heykəlimi dəyişdirirəm filan bəhman, çünki özümdən xoşum gəlmir da, özümə acığım gəlir. Hər zaman insan istəyir hərəkət eləsin də, o gücə tərəf. Bu normal bir. Yəni ərz elədim də, niyə biz farsı danışırıq? Çünki bir, bizim zehnimiz müstəmirədir. Hamımızın. Yəni, cənabınız deyə bilməzsiniz ki, mənim zehnim müstəmirə deyil. Mən inanın ki, özünüz otursa, diqqət edəsiniz, görəcəksiniz ki, nə qədər özünüzü bu farslıqdan, qırağa çıxadandan sonra da yenə bir %10 heç olmasa rəftarınız, fikriniz, məsələn deyək, onlar iş bizlərdən solçudular. Dinin hər şeyinə müxalifdir. Əslən, din ilə müxalifdir. Məsələn deyirəm. Onlar ki, dinçidirlər, bu birisi ilə. Ağa, burada bir vəsətdə niyə biz mütədil olamırıq? Çünki bu, bir də bu kitablara baxın, dil istimar yaradar. Çünki biz hər şeyi dil ilə alırıq. Dildir ki, bizə deyir ki, filan şeyi bu cür düşünəcəksiniz. Mədrəsədə müəllim dil ilə bizi öyrədir. Ustad danışqah dil ilə öyrədir, kitab dil ilə öyrədir. Hər şey dil ilə bizi öyrədir. Onun üçün bizim zehnimiz müstəmirə olur və biz bu müstəmirəliği davam veririk. İndi biz burada necə çıxa bilirik? Albert Məmi bu kitabda gəlir deyir ki, istemarçının, o adam ki, əvvəl istemarçı kimdir? Əvvəl bunu tərif edir. Deyir, hər adam ki, işğalgərin, işğalçının üzvüdür, ondandır, o istemarçıdır. İndi bir dənə uşaq ki, kitabda misal vurubdur. Deyir, bir dənə uşaq ki, nənədən indi doğur, Fars, məsələn, İranda deyək Fars, bu, o haqlara sahibdir ki, sənin ki 100 yaşın var, ustad danışqahsan, məşhur bir adamsan, milyardersən, sənin o haqqın yoxdur. Birincisi nədir? Bunu mən, o da demir, bunları mən deyirəm. Birincisi, hakimiyyət haqqıdır. Sənin hakimiyyətin yoxdur, sən məhkumiyyət haqqın var. İkincisi, budur ki, sənin kimliğin yoxdur. Sənə o kimliğin deyir, sənin kimliğin kimdir? Sən Azərisən, sən Türk deyirsən. Sənə coş deyir ki, Türkçilərə dedim, sənə demədim, Türklərində dedim. Bunlar şeydən gəlir. O istemarçı kimdir? İkinci istemar, pəs o adam ki, nənədən bu gün doğulur, bu ləhsə doğulur, bir dənə Fars uşağı, bu adam İranda, ya Fransada doğulur, ya hətta Fransalidir, amma gedib bir şeydə ya, Tunesdə yaşır, Əlcəzairdə yaşır. Bunun uşağı olan kimi bir haqlara sahibdir ki, sən yox. Bəs deyir ki, bu uşaq özü istemarcıdır. Sən deyəməsən bu məsumdur. Sən deyəməsən xiyabanda işləyən Fars əmələ məsumdur. Ona deməcəkən faşist. Çünki o... Mən çox sevinirəm ki, buraya yetişmişsiniz. O bir faşistdir ki, sizin haqqınızı heç olmasa rəsmiyyətə tanımır. Deyəndə deyir ki, sən İrani həsdi, Türknistik. Bora Moğolistan. Yəni bir daha əgər hambal, Fars hambalı sənə bunu deyirsə, bəqqal sənə deyirsə, xiyabanda bir darqa şahid bunu sənə deyirsə, ki sən də ustad danışqahsan, məsələn, sən də bir sərmayədarsan, yəni ki, sənin o sömürgəçidir, sən sümürgəsən. Sənin beynin sümürgədir. Əgər sən onun yanında qorxursan, əlini itirirsən, indi burada bir adam özümdən misal verim. Mən indi burada 18 ildir Kanadada yaşıram. Kanadalılarla ki, İngilisi danışırlar, onların danışanda ciddi deyirəm bunu, əslən fiş eləməyin ki, gətirəm aşağı. Özümü aşağı görürəm, qısılıram, utanıram, fikirlərimi deyəmirəm, demirəm, gizlədirəm, yəni yığışıram. Niyə? Çünki mən bu dildə o gücüm yoxdur. Onu özümdən üstün görmürəm. Amma o ki, gərək bundan da danışam və onun o moqiyyəti ki, bu məmləkətdə vardı, mənim yoxdur, onu bir yerə qoyamıram.
Bilirsiniz? İstimar yəni bu. İstimar yəni bu. Bu ruhi yəni bizə getirdir. Biz bunu yaşın. Cəlibdir. O Təğizadə vardı ha, o senator Təğizadə. Həsən Təğizadə. Həsən Təğizadə. Onun bir cümləsi vardı. Seyid Həsən Təğizadənin bir cümləsi var. Senatorun. Deyir ki, mən bunun dostların biri yazıbdı. Mən də orada kitabında oxudum. Deyir ki, bu adam xatirələrində deyibdi ki, bir nəfərlə danışanda biz Rıza Şahı iş üstə gətirdik. Türklüğü dandıq, paltarımızı değişdik, hər şeyimizi değişdik. 30 il bu adama xidmət elədik, hər neçə il bu adama xidmət elədik. Millətimizi əzdik, özümüzü əzdik. Axirində gördük ki, o yenə də mənə deyirsən türksən. İnanmır ki, mən İranlıyam, farsam. Yəni, siz 800 il burada qalasınız Portuqallıların dilinin altında, İspanyolların dilinin altında, onu danışasınız, özünüzü İspanyolu ya Portuqalı biləsiniz. Sonunda o İspanyol ya Portuqalı ilə bir yerdə deyilsiniz. Elə buna işarə eləyir. Məmi buna da işarə eləyir. İstimarla müstəmirənin rabitəsi budur. Bu, o önəmli şeydir ki, biz bunu düşünməliyik. İndi ondan sonra toprağımızı, mədənimizi aparır olan beynini aparandan sonra mədən nəyə deyir? Sənin beynin gedibdir. Bizim müşkülümüz budur, Oğuz bəy. Bizim müşkülümüz budur. Biz mədənlərə, Urmu gölünə beynimizdən çox önəm veririk. Düzdür. Biz düşüncədə, ona görə mən əvvəldən biz xiyal qurmağı bizdən alıblar. Çünki bizi bir quşa bənzədiblər ki, qanatların yolublar. Biz bilmirəm, biz görmüşük ya, amma biz görmüşük. Yəni, biz kətdə quşu tutardılar, qanatların yolardılar, ötürərdə kəhliyi, məsələn, evə. Uçanmazdı. Bu da heç elədiyi toyuqdur. Yavaş-yavaş tutqundardı da, şeylikdən çıxardı, kəhlikdən çıxardı. İndi bizi də yolublar tükümüzü, fikrimizi, yəni xiyal gücümüzü yolublar. Biz gəlmişik. Bu adamın, bu kitab bizə nə verir? Bu şey, Albert Məminin kitabı. Bu adam bizə deyir ki, iki cürə insan var. Bir toplumda iki cürə insan var. Bir, sümürgəçilər, bir də sümürgələşənlər. Mən buradan, bu kitabda bunu deyir ki, demir, bu adam demir ki, beyin sümürgələşər. Bunu mən tapdım ki, insanın beyni sümürgələşməsə, toprağın gec-tez azad edər. Və diqqət buyurun, siz məndən yaxşı bunu bilirsiniz. Biz inqilabın əvvəlində tücü yox idi, təqribən çox az idi. Çox az idilər. Amma görürsünüz ki, bir nəfər gəldi, Zehtabi adında, Allah rəhmət eləsin, heyət adında. Raisniyan. Çox adam Raisniyanı yadımdan çıxardır, mən yada salarım Raisniyan. O gəldi, bunlar gəldilər. Bir dənə fikri başladılar. Qələt də desələr, iştibah da desələr, bunlar bir fikri ortaya qoydular və yavaş-yavaş, o zaman ki 50 nəfər yox idi, indi məsələn deyək ki, neçə milyon nəfər, heç olmasa deyir mən türkəm. Heç olmasa, yəni biz indi sümürgənin ikinci adamlar kimlər sümürgəçidirlər? Bunu da danışır. Bir o adamlar sümürgəçidirlər ki, bəs birincisi de o adam ki farsdır. Fars doğulur, bu adam şeydir. Baxın, bunu da ayıraq. Fars dilliləşlərini, farslaşanlarla fars olanın fərqi var. Normalda 4 ailəni, bir dənə ailəni, mənim, istəyək görək ki, mən türkəm ya farsam. Bunun 4 ailə, 4 nəsl gedəcəksiniz dalıya. Mənim nənəm kimdir? Nənəmin nənəsi kimdir? Nənəmin nənəsinin nənəsi kimdir? 4 dənə, 4-cü nənədə biz bəlli olacaq. Dədədə bəlli olacaq ki, biz farsuq. Yəni 100 il gedirsiniz dalıya. 100 il. Oğuz bəy. Ondan sonra bəlli olur ki, siz farsız ya farslaşmışsınız. Tehrandaşların çoxu, İsfahandaşların çoxu, Şirazdaşların çoxu farslaşmış insanlardılar. Fars deyirlər. Türkdür, ərəbdir, bəlli tutur, türkəməndir, nə bilim, Afrikalıdır, gəlib orada yaşayıbdır, türkçü dilini danışıbdır, yaşasın, farsı dili üz üstə. Gəlib yetişib bura. İndi biz ikinci kimdir istemarçı, istemarcər ya sümürgəçi, o adamlardılar ki, İran və farsçılıq dövlətinin xidmətindədirlər, işdirlər. Fərq eləməz ki, ustadı danışqahdır, ayətullahdır, molladır, rəisi bancıdır, vəzirdir, nümayəndə məclisdir, şuradır, şəhərdardır, ustandardır, fərmandardır, bəxşdardır, müəllimdir, abdarçıdır, mədrəsənin babasıdır. Fərq eləməz. O adam ki, İran dövlətinə işdir, farsçılıq dövlətinə işdir və onu müdafiə edir. Onu müdafiə edir. Bunlara da deyir ki, onların hətta bunu bir misal vurubdur, Albert Məmi deyir ki,
o Tuneslilər ki, buradan istihdam edib İran dövləti göndərib bir ayrı sümürgədə bununla difa eləsin. Onlar da sümürgəçidirlər. Bunlara bir köçəri sümürgəçi. Yəni, onlar üçün dövlət bir yerdən istihdam edir, Təbrizdən istihdam edir, göndərir Ələhvaza. Ələhvaza istihdam edir, göndərir filan yerə. Bunlar da sümürgəçidirlər. Çünki bunlar da o sistemi qorumağa çalışır. Mənfəətləri var orada. Onu qorumaqda mənfəətləri var. Üçüncü kimdir? Üçüncü o adamdılar ki, bunu da geri mən əlavə eləmişəm. O adamdılar ki, Fars şirkətlərinə işləyirlər. Məsələn, Misi Süngün orada işləyən karicərlər hamısı sümürgəçidir. Hətta bizim kətdilər. Fərz edin, bizim kətdən durublar gedir. Amma sümürgəçidir. Niyə ki? Çünki ya o qızıl mədənlərində işləyənlər. Niyə? Çünki bunlar durublar gedir. Fars millətinin orada işləmək üçün əvvələn yalvarırlar. Etiraz eləmirlər, qabağını almırlar. İkinci bu ki, Farslar bunların əli ilə bu mədənləri çıxardır aparır. Və bunlar icazə verirlər torpaqlarından bu mədənlər çıxsın, geçsin. Əlbəttə. Çox təşəkkür. Yaxşı bir şey ortaya qoydunuz, ayırdınız. 1, 2, 3 və sömürgəçi kimdir? İndi bir saatdən biraz çoxdur danışırıq. Yoldaşlar ki orada yazırlar, təşəkkür edirlər. Hətta məndən də soruşdular ki, bir kitabın PDF-ini onu mənə yazsınlar, mən onu bularam. Bunu çox rahat tapa bilərlər. Bunu mən verdim, dostlarımıza göndərdim PDF-in. Latin əlifbası ilə yazılıbdır. O İngiliscəsində də var, hər yerdə var. Bəli. Bunun Latin əlifbasının turuz.com Turuz.com-a geçsin. Turuzda var, təbii Turuzda var. Bəli, Turuz qoyubdur bunu. Yoldaş ki, bir yoldaşımız da Çamiski'dən bir kitabı PDF-ini istəmişdi. Onu mənə yazsalar, mən göndərərəm. Bu kitabda Turuzda türkçəsi var və yəni gənə də ararsalar Google-da PDF-də var, İngilizcə, yəni mən üçün İngilizcə var. Mən dönüm Albert Memmi'yə. Albert Memmi tabii bilirsiniz siz onu yani sizə məsələ indidir, caridir, indi onun içindəsiniz, oxuyursunuz. Hər gün mü, hər həftə mi bilmirəm. İndi 2 həftədə oxuya bilməmişəm, o məruzluğundan dolayı bu 2 həftədə. Geçmiş olsun sizə də. Sağ olun. Umarım ki, sizə sağlıq dilərik hər zaman. Mən çünki çoxdandır tanıyıram, ancaq mənə əski hafizədir Albert Memmi. Tozlanmış biraz, onu gəlib silkəliyəm hafizəmi. Anası Bırbırdır. Bırbır Ərəb deyil, amma Bırbırlar farklı. Ərəb deyirlər. Afrikanın ittifaqı mən onlar oxumuşam. Mən elə üniversitədə şey oxuyanda İslam Spain oxudum mən. Yəni müsəlman İspaniyanın tarixini oxudum. İslam İspaniyaya necə girdi və Conquest'ə nasıl oldu və Reconquest'ə nasıl oldu. Reconquest'ə yəni müsəlman hakimiyyətini atdılar eşiyə. Onu oxuyanda mən Bırbırları oxudum. Məcburdum oxuyam. Çünki Bırbırlar da orada o saltanatı yapmışlar orada. Hər halda o şeyin anası o Bırbırlardandır. Ərəb deyil. Ancaq elə Bırbırlar da ərəbləşiblər. Müsəlmanlaşıblar, ərəbləşib. Elə onların da adı Bırbırdır. Berber yox, Bırbır. Elə İngilizcədə də Bırbır deyilir. Anası onlardandır, babası amma Yahudidir. Yəni anası da Yahudidir. Babası da İtalyandır. Amma gənə də Yahudidir. Və ancaq mən sizə bir şey ərz edeyim. Yəni bunun şəxsiyyətinə. Çünki bunun şəxsiyyətini istəyirik də biraz yalnız istəyirik Albert Memmi'yi danışaq. Çox mən istəyirəm yəni yalnız bir tunelin içində Albert Memmi'yi danışaq, düşüncələrini danışaq, sonra ayrı gündə ayrı şey danışarıq. Adam Yahudidir. Adam niyə təkrar eləyirəm Yahudidir? Çünki Yahudi mentalitəsi, Yahud mentalitəsi və Yahudilik mentalitəsi bunda çox ağır basır. Necə ki, buna akademiyada oxumuş yerlərdə oxuyanlar, yəni oxumuşlar, buna 20-ci əsrin, 20-ci qərnin ən böyük Yahudi düşünürü deyirlər. Çox önəmli. Yəni doğrudan da başqası yoxdur, o birlər Hristiyandan, başqa Yahudilər gənə də vardılar. Ancaq bu. Niyə? Çünki bu həmən o şeyin siz də anlatırsınız ya, sömürgəçi ilə sömürülənin arasındakı o ilişkini şey eləyir. Ancaq məsələ Fanon kimin ya hətta Lenin kimin öyle sərt baxmır məsələyə və onları böyük bir uçurum aralarında görmür. Siz də biraz indi işarə elədiniz. Hətta bunlar interchangeable-dır, yəni bir-birinə də dəyişə bilər. Yəni görürsünüz ki, həmən adamı ki, elə bizim kimin danışır, məndən də çox yaxşı türkçə danışır, mənim kimin də bənzəyir, türkdür, anası da
sözdə türkdür, atası da məsələ Təbrizdəndir, Urmiyədəndir, Mərağadandır. O hətta çox gözəl o köçəri şey dediniz ya, köçəri sömürgəsi. Buradan götürür Təbrizdən. Onu çünki İranlılaşıb onun beyni, onu elə İranın hər yerində işlədə bilir o sömürgəçi. O olmuş sömürgəçi. Yəni fərq eləməz o Təbrizdəndir ya Əhvazdandır ya Bəluçistandandır. O bir dənə makina kimindir? O bir dənə açar, onu hər yerdə kullanacaq. Ona görə ona manqurt deyirik. Manqurt bilirsiniz nə demək? Çünki bütün yoldaşlar hamı manqurt yazır, r ilə. Manqurt deyil, manqurtdur. Man türkçədə indi də işlənilir, Mərağada da belə işlənilir indi. Utanc deməkdir. Utanmaq, şərm etmək, çəkilmək, çirkin şeydən çəkilmək. Man. Hətta çox rahat bizdə bu man işlənilir, ədəbiyyatımızda var. Elə deyilir, yəni öyle deyil ki 100 il öncə işlənilir, indi işlənilir. Elə bizdə deyərək, məsələn, çətdə bizim şey man deyil. Mandır olan, filan şey mandır. Mandır və ya man deyil. Man deyil. Man deyil ki, mən hər iş görərəm. Adam gərək gedə evinə çörəyə gətirəm. Man deyil ki, işləmək. Man deyil, bəli. Man sözü işlənilir və çox əski sözdür. Çox əski sözdür. Yəni biz elə lap əski daş yazılarını da görə bilirik man sözünü. Qut da ki, ondan daha əski sözdür. Yəni ruh, rəvan, ne bilim tin, hatta tin dişlenilir. Tin değişik biraz anlam var. Gut biraz. Mangut yani bir adam ki onun ruhu, varlığı utanç vericidir. Aslında özünü utanca sokmuştur. Satmıştır özünü hiçbir şeye. Bir şeye satmıştır ki yani çok büyük bir şeyi çok ucuz bir şeye satmıştır. Milli kerametini, şahsi kerametini, varlığını, anasının sütünü, toprağını, anasının dilini, varlığını ve anasının kendisini de çok ucuz bir kıymete işgalçıya satmıştır. Onun adı olur ne? Mangut. Çok derin bir manası var. Ki bunu ben birinci olarak 91'de bir yoldaş bana bir kitap verdi. Farsça idi. Yek sal be derazay yek gern. Bir il, bir gern uzunluğu tanıyırsan o adam için bana kitabı verdi. Diyelim özümüz danışanda. Ve ben onu okudum. Cengiz Aytmatov oyuncudur. Ve orada çok acayip bir oyun oynuyor sizin beyninizle. Buradan ne uzaya gelirler, oradan ne bileyim deveyle gelirler, oradan ne bileyim birisinin başına deve şeyi getirirler bu şeyler. Tibetliler, Çin Tibetliler. Ve bu acayip benim beynimi çalkaladı. Ve sonra bunu dedim ki bu Farsça olmaz. Bunun biraz önce dilden danıştık ya. Bu ben İngilizcem. Biraz yaxçıdır. Dedim, onun İngilizcəsini okuyacağım ki, qəşəng anlayım. Çünki Farsça filtrindən geçəndə məsələlər fərqlidir. O da danışdıq siz. Memi də ona bətərdən işarə eləyir. Hər halda, ona deyəm, orada manqurt sözünü, mən orada da elə manqurt, ona ki, hamının ağzına manqurt düşüb deyirlər. Nə deyirlər? Qələt-i müstələ, hamı deyib, desinlər. Ancaq biz bilirik ki, manqurtdur. Oğuz bəy, manqurtla bizim vəziyyətimizin biraz fərqi var. O manqurt ki, Aytmatov yox, mən demədim, bizim içimizdə. Mən Təqizadəni dedim. Mən yalnız yox, elə İslam Təqizadəni də deyəm, özümüzü də deyəm, elə bizim, baxın. Yox, oradakı manqurtu özümüzü olan ya. Konsepti deyirəm, o ideyanı deyirəm. Tamam. İslam o konsept fərqlidir. O konseptdə şikəncə, cismi şikəncə və ölüm o misal olarak, onu şey olarak getirir. Orada bir set koyup, bir scene koyup orada. Onun beynine deri getirir. Günün qabağında filan da kalır o. Yani o beyin. Ancak onu getirir. O bir ideyadır. Onu getirir. Onu neyle yapır? Onu gazetle, onu məçidlə, onu tiyatroyla, onu klaslarda yapır. Onu istifadanışla. Biz indi onu bu... Dəriyi getirdir başı o. Biz indi onu, yani daha saftı deyirlər də, indi saft, yumuşaq beynimizi yıxırlar. Ona görə indi mən onun yerinə beyin yıxama sözünü işlədirəm. Çünki biz burada dəqiqən hamımız, məsələn, uşağımızla farsı danışırıq ki, niyə? Mədrəsəyə gedəndə farsını da qəşəng danışsın. Məsələn, mən ki, nənəm farsı başarmır hala, yaza bilmir, oxuya bilmir. Mən ki, məsələn, getmişəm Tehranda danışqahacan dərs oxumuşam, İranda yazıların içində birinci çıxmışam. Məsələn, mən oxumasaydım çıxmayacaq, oxusaydım daha məsələn geçə bir yerə çıxacağım. Yox. Farslar məndən də alıydı. Mən əvvəl dedim, mənim ustad danışqahlarım məndən bərabər şirkət elədilər, mən onlardan üstə çıxdım. Yəni, bu ona deyil ki, biz, amma bu bir dənə beyin yıxamaqdır. Yəni, adamlar dedim da, özlərin bir şeyə bənzədirlər. Özlərindən xoşları gəlmir, özlərindən acıqları gəlir. Sərvətə də gedirlər. Yəni, sərvətdə sən gəlir. Amma sərvəti yoxdur. Sərvətli kimi görsənsən, amma sərvəti yoxdur axı.
Mən dönüm sözümə. Bu şeyə indi işarə elədim. Məbhəs o qədər çoxdur ki, əslən ayrı yerə getmək istəmirəm. Məsələ elə özündən nifrət edən var ya. Oğuz bəy, lütfən gətirin üstə canlı yayın yayılsın, söhbət eləməyəcək. Bilmirəm nə demək. Hər halda deyir ki, məni gətir üstə danışım, söhbətim var. Yox, deyir, söhbət eləməyəcək. Ha, tamam, bana nəyə gedəcəkdir? Bilmirəm. Hər halda bizim şeyimiz, formatımız fərqlidir. Bu Güney Azərbaycandan baxış proqramlarında bir qonağımızı ki, o işıq aça bilir bizim yolumuza, sizin kimin bilirlər. Geçən həftə bilirsiniz kiminlə danışdıq? Döktür Sarəng Zeynizadə ilə fizik doktorasıdır, teoretikal fizik. Nə qədər bilgili birisi, bilgimizi artırıldı, öyrəndik. Mən çox öyrəndim özüm. Suallarım var idi, soruşdum. Və çox böyük alimimizdir fizikdə. Siyasi görüşlər də var. Ancaq siyasi görüşlərinə yetişmədik. Elə yalnız fizikdən danışdıq. Yoldaşlar baxa bilərlər. Sizə də tövsiyə edirəm. Ona görə sizin kimin adamlar və geçən, nə bilim, 85 cələsəli biz danışırıq, 86 cələsə. O yoldaşlar ki, işıq saça bilirlər yolumuza. Onlar gətirik, danışırıq. Formatımız budur. Formatımız dedikodu deyil. Ha, yazır ki, ta mənim də followerlarım gəlsin. Yəni, siz üstə olmayanda olmur. Deyir ki, yəni, o üstə böyle bilsin çağırmayanda o şey, onun followerları, yəni böyle gələ bilmirlər hər halda. Qoy eləyək görək nə cür olur, ha? Bir dəqiqə. Mən də yeniyəm bu məsələdə. Ancaq sayın İnsaf Əli bəy, onu deyirəm ki, formatımız budur. Və formatımız dedikodu, nə bilim, boş danışmalar, nə bilim, buna söylə, ona, yəni bunlar deyil. Çox daha da nə qədər eləyə bilsək dərinə gedirik. Ancaq məsələ budur ki, bəzən elə cələsənin, danışığın və o şey, hövsələsi yoxdur. Çox dərinə gedək məsələləri. Mən dönüm Albert Memmiyə icazənizlə, 5 dəqiqə bu barədə. Albert Memmi nə dedi? Ha, mango sözünü dedim və Kürtlərdə də ona caş deyirlər. Kürtlərdə caş mənə görə fikirliyəm qoduq anlamına gəlir ya. Böyle bir anlamı var fikirliyəm. Yəni, fikir eləyirəm. Caş. Ərəblərdə də var böyle bir şey. O indi mənim yadımdadır ərəblərin ki, əgər siz bilirsiniz deyin. Hər millətdə var yəni. Bilirsə, satqın o ki, yəni gətirir, ərz elədim, hər şeysə. Və bu normaldır. Niyə deyirəm normaldır? Niyə? Çünki qudrəti onda vardı. O gəlib səni şey eləyibdi, işgal eləyib, nizam olaraq, ictimai olaraq, siyasi olaraq, kültürel olaraq, torpanı, hər şey. Sən istər ona bənzəyəsən. Bu normaldır. Yəni. Ancaq bəs bunu deyəndə ki, normaldır, təkrar eləyəndən sonra nə nəticə almaq olar? Nə öyrənmək olar? Bəs gərək adam özü qudrəti olar, gərək özünün gücü olar ki, elə onlar da sənə özənəciklər. Sənə mail olacaqlar. Yəni, insan böylədir. Sayın İnsaf Əli bəy. Ondan sonra, indi bu Yahudilikdən söhbət edirdik. Bunun atası babası da Yahudidir, amma sonra gedir bir Hristiyan qadın alır. İnsaf Əli bəy, buraya diqqət edin. Biraz öncə dedin ya, istəyir özün, onun kimin paltar girir, onun kimin şey eləyir. Özü də neynir? Görürsünüz, mən eleştirel baxıram məsələyə. Tənqidi baxıram. Özü gedir bir Hristiyan sarı saçlı, göy gözlü bir qadın alır. Özü. Daha nə deyim? Özü ikili şey var ha bir dənə bipolar deyil, yəni iki qutuplu şəxsiyyət. Yəni dual personality, ikili şəxsiyyət. Təqribən öyle bir ikili şəxsiyyətlə bütün ömründə yaşayır. Həm Tuneslidir, beyin olaraq. Görürsünüz ki, məsələyə yəni özünü danışdıq yalnız, eleştirər baxır. Həm Fransalıdır, həm Yahudidir, həm hətta Yahudi ırkçılığına biraz qarşıdır. Yəni bunu da işarə eləyib yazılarında. Böyle bir ikilikdə hər zaman yaşamış. Yəni şey olaraq, ərzələr, iki qutuplu şəxsiyyətdə yaşamış. Ancaq mənə görə çox şeydir, önemli bir yazardır, düşünürdür. Irkçılığa bir türlü baxır ki, mən ona bətərdən şeyim var, mən bu ırkçılığı deyim, ondan sonra siz də görüşlərinizi, ırkçılıq barəsində. Meminin
Meminin baxışını sizin algıladığınız ırkçılıq barəsində deyəcəksiniz və öz düşüncənizdə deyəcəksiniz. Mən öncə Meminin düşüncəsini deyim, mənim algıladığım. O da budur ki, ırkçılıq daha biyolojik və elmi, bilimsel bir şey deyil, nesne deyil. Aslında bir sosyal ve toplumsal bir şeydir. O deyir. Social construct. Yani toplumda gelişmiş bu. Veya o coğrafide olan toplumda, belli bir coğrafide olan toplumda gelişmiş. Ben çok buna razı değilim. Mən düşünürəm ki, hər halükarda elə bu özü bir bilimsel bir nesnedir. Coğrafi və mühit sizi oluşturur və sizin varlığınızı, bedeninizin şəklini, saçınızın rəngini, heykəlinizi, hər görüntünüzü biçimləyir, şəkli verir ona, biçimləyir. Ondan sonra aləm sizin düşüncənizi biçimləyir, o çevrə, o mühit. Niye? Çünkü eğer sizin çevreniz dağ tarafıdır, daş tarafıdır, sıldırımlar, qayalar ve siz mecbursunuz belli bir çeşit yemekle uğraşasınız. Mənzurum 2 il, 3 il sizin hayatınız değil. Mənzurum, benim demek istediğim bir 200 neslidir. Bir 1000 il, 2000 ildə gəlişən bir coğrafide, belli bir coğrafide bir milletten de deyək mesela. Onun adını qoyaq millət, bir grup insanlar. Orada ne yiyirlər, o yemeği necə əldə edirlər, nə cür edirlər, o oradakı coğrafi onları şəkilləşdiribdir, biçimləyibdir. Bu normaldır. Bəs elə də mentalitəsi də belədir. Bunun bu beyin necə düşünür və necə işləyir, o da elə mənə görə o çevrənin, o mühitin, o təbiətin, doğanın ürünüdür. Ve bu bütünlükle bilimsel bir meseledir. Ve bilimsel olarak, elmi olarak bunu çıkartmak olar. Ki niye bir tane mesela ada milleti, mesela Sri Lanka, Silan, eski Silan, orada o necə yaşayırlar? Və əlbəttə geçen 20 ili ki internet dünyaya yayılmış yok. Geçen 30 ili, geçen 300 ili ki kolonyalizm ve sonra new kolonyalizm ve sonra hatta sözde dekolonyalizm. Yani istemardan kurtulmak ki mənə görə. Elə sen oradan kurtulursan hemen bu tarafa bağlanırsan. New kolonyalizme bağlıysan. Ben Sri Lanka deyirəm mesela. Oradaki Sri Lanka'da gelişen millet farklıdır. Ya Java'da, ne bileyim başka yerde. Ne bileyim Kafkaz dağlarında gelişen insanlar, o toplum farklıdır. Ben demək istəyirəm. Ve bu elmi bir meseledir. Bu camianın içinde saxta olarak pseudo-scientific şeyin işlettiği söz budur. Meminin. Pseudo-scientific yani gayri elmi. Veya mesela sahtacasına elim. Yani öyle. Öyle değil bana göre. Hatta o özü de elmidir. Yani bir şeyi elmi olarak bunu şeylemeye olur, yaklaşmak olar. Ve insanların hatta beyni de olar içi Almanın geçen 200 ilində, 300 ilində, indi Prosiyasında, indiki German ve ondan önceki Prosiya ve ondan önceki hükümetler ki olubdur. German milləti orada necə gəlişibdir. Təbii ki, farklıdır. Mən bilmirəm nə deyim. Bilməyəsiniz birini aşağı, birini yuxarı istəyirəm deyəm. Başka millətinə, yani ne bileyim Rus millətinə, yani gene de yakın coğrafi olarak, bir başka coğrafiden getirelim. Mesela Somali olarak, Djibouti olarak, siz bunların coğrafisine bakasınız ve mutlak bakmalısınız. Yani bir dəqiq, 2 dəqiqə ilə bakmaq olmur. Görə aylar bunun mühitini görək, geçen 1000 ildə bunun havasının basıncı neymiş, su meselesi necədir, bunu gövərənti meselesi necədir, ne yiyirmişler, bu təbiət bunlara ne verirmiş geçen 1000 ildə. Ve bu da Almanı da bakırıq, Rusya'ya da bakırıq, Türkiye de bakırıq, Kafkazına, ne bileyim Hindisine ve buradan anlayabiliriz bu mesele elmi bir meseledir. Ve ittifakən biyolojik bir meseledir. İttifakən elə coğrafik bir meseledir. İnsanı burada bir cümlede coğrafiyayı heyvan diyebiliriz. O diyerdiler ya mesela bir tane biz o zaman ilk felsefe okuyanda derler insan heyvani natiktir. Bilmiyorum, sizin de yadınıza gelir. Yani danışan heyvandır. O sonra dediler insan heyvan filandır. Bana göre de indiki düşüncem budur ki insan coğrafiyayı bir heyvandır. Yani o coğrafide gelişmiş bir heyvandır. Ben böyle eleştirel baktım ırkçılığa. Bana göre şu cümlede bu bölüm sözümü bitireyim. Bana göre ne fakat insan çoxlu varlıq özü, dirilik özü, heyvanlar, dirilər,
Territorialdılar normalda. Hələ qala ki, bu vertebratlar olsun, kemiklilər olsun. Ondan sonra hələ qala ki, məməlilər olsun. Məməliyənlər. Hələ qala ki, hələ qala ki, məsələ şeylər, nə deyirlər, bu timsahlar nə olur? Timsahlar, nə bilim, şeylər. Reptilian. Hələ reptilianlar. Mən İngilizcəsini oxumuşum. Reptilian. Yəni reptilianlar, yəni bu kərtənkələdir, bu komododur, nə bilim. Ha, bunlar, ha? Sürüncək. Sürüncənlər. Sürünürlər, amma ayaqları ilə də yeriyirlər. Hər halda reptilianlar şiddətlə şeydirlər, territorialdirlər. Siz onu territorial. Amma bir baxırıq ki, hər şey territorial. Bütün varlıqlar, o tərəf də, ağac da territorialdır, İnsaf Əli bəy. Yəni, bunu hər kəs desə ki, deyili, o mənə bir 20 dəqiqə qulağını boş versə, mən onu anlataram ki, bir dənə ağac necə territorialdır. Bəs territoriallıq çox var onun içində. Nə demək territoriallıq? Yəni, öbürünü qoymur öz yerinə girsin. Orada bir bəlli kimlik, bəlli bir şey, sınır yaradır, qoymur. Və demə, özünü hər halda daha ondan önəmli bilir. Bu normal deyilmi? Bu normal deyil ki, deyilmi ki, mən bir şey lazım olsun, çox həyati bir şey, mən öncə özümə şeyliyim ta sizə, ta qardaşıma, ta başqasına. Bilmirəm. Hələ bunlar danışmaq olar, çox-çox acayip bəhslərdir bunlar. İnsan bir tərəfdən də o ırqçılıq ki, ona deyirik, ırqçılıq mən danışmışam, bəlkə sizinlə danışmışam, bəlkə başqa sözdür ki, ərəbcə bir sözdür filandır. Və hardan başlayıb filan, etimolojisinin kökəni danışmışıq hamısın. Ancaq burada istəyirəm çox özət olaraq arz edəyəm ki, hələ məməli heyvanlar, hələ primatlər ki, bizə çox yaxındırlar, nə bileyim, şimpanzasıdır, qurillasıdır, bonobosudur, odur budur. Bunlar şiddətlə şeydirlər. Öz çeşidlərini tərcih verirlər, öbürü çeşidlərə. Bu normaldır. Bu böyle olmasa hayatta qalabilməz. İnsan da böylədir. İnsan heç bir danışa bilmirdi. Məsələn 200 min il öncədən 300 min il öncə insan danışa bilmirdi. Dil nəsnəsi yox idi. Amma səs çıxardırdı. Hayır, hər heyvan səs çıxardır. Ancaq 150 ila 200 min il öncədən insan başlamış o şey ki, biz ona danışmaq deyirik, səsə anlam vermək, səsi kələmə edilən sözdür, biz səsə anlam vermək. Məsələn, təbii heyvanların da səsin anlamı var. Məsələn, biz quşlar səsdən bir-birinə deyə bilirlər ki, bu təhlükəmi, yoxsa bu tərəfdə məsələn su mu var? Və heyvanlar da. Ancaq bu daha da gəlişmiş, daha da qarmaşıq və komplikat insan beynində 150 ila 200 min ildə gəlişmiş. O zaman da biz territoriallıq ki, o zaman da görürük bu qəbilə özünü o bir qəbilədən yaxşı bilir. Çünki bəlkə daha yaxşı yerdə yaşayırlar. Ne bilmiyorum, bəzi şeylər var, istəmirlər onlarla paylaşırlar. Və buradan biz başlayırıq. Ancaq düşüncə başlayandan sonra, ondan sonra yazılar başlayır. Yazıdan öncə yəni. Din, hətta o şeyə ki, din deyirik. O başlayandan sonra təbii ki, hər şey dəyişmiş. Dinin birinci işi nədir İnsaf Əli bəy? Din. Biz o şeyə ki, din deyirik. Birinci deyir ki, dünya ikiyə bölür insanların. İnananlar və inanmayanlar. Irqçılığın ən elə zatı budur. Yahudilik Semitik dinlərin birincisidir. Yahudilikdən öncə də hələ Həzrəti İbrahim var, nə bilim, Həzrəti Adəm var, Həzrəti nə bilim, bu var. 124 min dənə Həzrət var. Bunların həzrətlərinin içində bu kitabları olan yazılar, düşüncələr ki, gəlib tökülüb Tovrata. Biz Tovrat da hardan bunları borcu alıb çox düşüncələrini Sümer yazılarından və sonra Sümerlərdən Əkedilərdən Aşurilərə və Aşurilər gedib bunları gətiriblər, bunların düşünürlərini, hər şeyini oğurlayıb gətirmişlər. Sonra onlar oradan öyrənmişlər ki, Sümer təbletlərində böyle yazılır ki, tanrılar ateşli makinelerle endilər aşağıya ve insanı yarattılar ve belli bir grup insanı seçtiler, belli bir grupları seçtiler ki onları yarasınlar. Bu aydiyanı bazıları diğer oğurlamışlar, bu aydiyanı götürmüşler, bunu Tevrat'ta yazmışlar ki Allah Yahudileri, onların Allah'ı, onların Yahuvası, Yahudileri üstün millet yaratmış. Yahudileri seçmiş. Farsça dili bergüzüydü. Yahudiler seçilmiş millettiler. Öbürü milletlere göre. Bu idea hardan gelmiş? Ben bu ideanın kökünenini arz ederim. Genealojisini. Genealojisi budur ki, Sümer tabletlerinde var zaten, okumuşuk, tercüme edilipler. Ki, dünyada heyvanlar yaşamış, insana benzer heyvanlar filan. Allah gelmiş bunlardan seçmiş ve şey etmiş. Bunları insan etmiş. Hatta idea budur ki,
idea budur ki, mən istəmirəm oraya gedəm. Bəzi mələklərlə bunlar yatmışlar, eləmişlər, insan olmuşlar. O vəhşilərlə, savage-lərlə yarış, o insan düzəlmiş. Bu idea da sonra da gəlmiş başqa dinlərə filan. Ancaq dönək gənə də Yəhudiliyə. Bəs birinci olaraq biz Yəhudilikdə görürük ki, Yəhudi milləti öbür millətlərdən nədir? Üstün bilir özlərini. Bu o anlama gəlməz ki, Asiyada bir millət elə o zaman ya ondan öncə özünü öbür millətdən üstün bilmirdi. O da dedik. Ancaq böyle yazılı olarak. Siz bilirsiniz ki Yahudiler öyle bilirler. Sonra Hristiyanlar da aynen öyle bilirler. Deyirlər ki Allah bizi seçmiş, biz Hristiyanıq, biz cənnətə gedəcək və bütün tənha yol Allaha İsa'dan gedər. Hər kəs İsa'dan getməyə gedəcək cəhənnəmə və ya nə olacaqdır. Sonra Semitik Sami dinlərin üçüncüsü də hələ deyək İslam. İslamda da tam böylədir. Dünyanın fəxri, insanlığın, varlığın fəxri bir adamdır və buna inananlardır və siz hamınız cənnətə gedəcəksiniz, qalan hər kəs inanmasa da cəhənnəmə gedər. Yəni mənzur cəhənnəmdən cəhənnəmə gedib yanmaq deyil. Məsələ budur ki, onu məhkum edir. Onu yoxluğa məhkum edir. O əslən heyvan səlidir. Heyvanın kəssən ya da ətin yersən bir dəyəri var. O yoxdur. Yəni o yoxdur. O gərək ölə. Ərəbcədə siz məndən yaxşı bilirsiniz. Ona məhdurüddəm deyirlər. Yəni onun qanı hədərdir. Məhdur bilirsiniz nə demək. O gərək ölə. O kafir gərək ölə. Yəni ayırdır. Bəs ırqçılıq budur ki, biz özümüzü üstün bilək o birindən, yəni bir qrup insanlar və özünü üstün biləndən, bunu təsbit eləyəndən sonra, bunu yerinə oturdandan sonra ki, üstündür, hər halkarda. İndi yalan olaraq üstündür, amma bunun qəddi ucadır, gözləri yaşıldır, nə bilim, var ha bu Avropada. Hətta elə 70 il filan öncə İnsafəli bəy xətkeş ilə Cuniya ilə Amerikada ölçürdülər. Ki, bunun qaşı belədir, burnu. Bunu bilirsiniz də, değil mi? Amerika'da her şeyde yok. Almanya'da. Türkiye'de de olmuş bunlar. Bunu başını... Bir zaman bu Necatpərəstlığın özü bir elm şeklinde bir elm idi. Və indi siyasət gərəyi olmaya. Yoxsa insanların bir-birinə fərqi var. Siyasət gərəyi olmaya. Hər halda ölçürdülər idi və buna bilirsiniz ki, yəni yaxçıydı, Alman nicadı birincidir, o üstündür, o üstündür, o birilər aşağıdır. İndi İranda da həmən şeyi oğurlayıblar və ya götürüblər Farslar. Farslar üstündür. Farsların 2500 illik, 3000 illik şeyləri var. Siyasət və hökümdarlıq, hökumət təcrübəsi var. Üstündürlər, ədəbiyyatları üstündür. Özləri üstündür, böylədir. Amma Türklər biyaban gəldilər, çöldən gəliblər, dağdan gəliblər, ondan sonra kültürləri yox, dilləri yox, heç bir şeydir, bərbərdirlər, vəhşidirlər, böyle bir mühacimani şumalıdırlar, biyaban gəldi şumalı. Hətta bunu uşaqların kitablarında da yazırlar indi. Demək ki, o özünü üstün bilir, sonra o sana tarif eləyir, sonra o özünün üstünlüğünü təsbit eləyəndən sonra, bəs demək ki, onun haqqı var səni adam eləyər. Türk eşektir. İndi o eşeği adam eləyək. Aynı şeyini Fransalılar Tunis'te eləyiblər. Aynı kəlmə işlədiblər. Deyiblər ki, bizim məsuliyyətimiz var. Üstün ırk olarak. Bunu Almanlılar da ondan önceydi. Tunis ondan önce Almanların elindeydi. Fransa'dan önce. Ondan önce de Osmanlıların elindeydi. Yani biz aynı İslam kimi kılıncı götürürsen deyirsən qulu la ilahe illallah töflühü. Sen la ilahe illallah demezsen sen töflühün yoktur sen kurtuluşun yoktur. Sen deyir ya mən üstünlüğümü qəbul edəcəksin, mən səni adam eləyəcəm. İstemarın bir mənası da bu, civilized eləyəcəm. Mənə böyle bir vəzifə var. Üstün bir ırk olarak səni adam eləyəm. Çin devleti hali hazırda Uygur Türklərlə, müsəlmanlara aynı kampların adı bilirsiniz nədir? Sivilizasyona, mədəniyyətə geri çevirmək kampıdır Çince mənası. Adam eləyir onları. Bəs onun öyle bir vəzifəsi var. İstemarçının üstün ırkın böyle bir vəzifəsi var. Gəlsin səni adam eləsin. Və bunu kitablarında yazıblar, Bible'larında da yazıblar. Bu ırkçılıqdır Meminin gözündə. Və biraz da eleştiri ettim Meminin düşüncələrini. Çünki özü də Yahudi şeyindəndir, kökəndəndir, hər halükarda. Özü də gəlib, məsələn, ömrün sonuna qədər Tunis'te yaşamamış ki. Çünki Tunis'te Yahudilərə də ırkçılıq olmuş. Yahudilərə qarşı. Çünki Ərəb milliyetçiliği, Yahudiliği orada əzmiş. O zaman orada 100 bindən çox Yahudi var idi. İndi Tunis'te 2000 tane Yahudi qalmış. Olan qəbristanlarını yandırmışlar, etmişlər, park etmişlər, şeylerini kapatmışlar, sinagoglarını bile. Onlar da bilir, Ərəblər olağa da yazır Memi.
bilirsin. Bilmirəm oraya yetişibsiniz ya yox, onları da yazır. Yəni orada Yahudi, amma hər halda mecburdur özünü mensup bilsin haraya, Yahudiliyə. Yahudi zaten Yahudi doğulmuş, Yahudi ölmüş. Dur deməm ki, mən deyiləm. Şey olarak deyirəm, amma etnik olarak deyirəm. Mən burada din məsələsini demirəm. Ona görə hər halükarda özü də bir növ privilegidir. O biraz önce dediniz ya, onu mən İngilizce. Yani özü də o deyilsin, o uşaq ki orada doğulub, o uşağın haqqı. Özü də, mən burada eleştiririm. Özü də nədir? Bir növ privilegidir. Sorbonda oxumuş. Hatta bilirsiniz ki şeydə, Tunes'te belə Yahudilərin özel okulunda oxumuş. Değil mi? Öz bir növ privilej. Privilej yani daha çok hak sahibidir her halde. Sizin görüşünüz Meminin ırkçılık barəsində, ondan sonra öz görüşünüz ırkçılık. Necə ki mən anlattım, sizdən də öğrenmek istəyirəm. Dostum, mən də elə bu bəhsə gəlib oxuyanda Məminlə mən çox yerdə fərqim var. Elə biri də bu nəcat ya ırq məsələsi. Baxın, siyasət və güc sizin bu nədir o birisi insanları kontrol eləyəsiniz və mənfəətinizin yolunda işlədəsiniz, onu sizə göstərir. Yəni, siz dini yaradacaqsınız ki, məsələn, şiəliği yaradacaqsınız ki, nədir türkləri mən kontrol edeyim. O birisi dini yaradacaqsınız, nədir mən bunları kontrol edeyim. Əxlaqı yaradacaqsınız, mən bu cür nədir kontrol edeyim. Düşüncələri, bunları yaradacaqsınız. Hətta fəlsəfə də zorun və gücün ürünüdür. Yəni, dövlət gücün ürünüdür, əxlaq gücün ürünüdür, fəlsəfə gücün ürünüdür, din gücün ürünüdür, qanun gücün ürünüdür, hüquq-i bəşər gücün ürünüdür. Bunların hərəsi o bir iddə insanları kölgəsinə alıb güclünün xidmətində olmağa şeydir. Demokrasiya ha belə, azadlıq ha belə, bunların hamısı zorun ürünüdür. Zor və güc bunları ürətir, insanları bunlarla məşğul edir, özünə ürəklə bağlıdır. Yəni, baxın, məsələn, dinlər. Ürəyinizi alır, bağlır bir şeyə, siz bir iddə zorlu adamlardan ondan ötürü itaət edirsiniz. Deyirsiniz ki, can, namus, mal, hər şey onun ixtiyarındadır. Və o da özünə bu haqqı bilir, zorlu olduğu üçün. Elə, mənim dostum var idi, həm tələbəlik oxurduq, o getdi Ayətullah oldu, mən olmadım. O özünə ciddi deyirəm, o zaman özünə bu haqqı bilirdi ki, mən Ayətullah olandan sonra çox arvaz sıyıq eləyə biləcəm. Yəni, o deyirdi ki, mənim sıyıq eləmə haqqımdır, amma indi eləyə bilmirəm, amma mən bu gücü qazanacağım ki, Ayətullah olan adamları özləri gələcəklər, mənə deyəcəklər, mənə sıyıq elə. Dünənləri bir video gəldi, bir dənə cavan malladır, onlar 25-27 yaşında tüpürür, adamları ondan şey verir, təbərrük edir. Yetərincə görə adamın tüpürcəyi ola, yəni o adam çox soğuk. Baxın, əslən mən tərin silir bu adamların üzünə. Türkiye'də də belə tükürükçü hocalar var, tükürükçü hocalar deyirlər. Deyirəm, bayağı görə su içsinlər bunlar ki, yetərincə tüpürcək şey etsinlər. Yəni, ismin ərz edirəm ki, baxın, güc. Onun üçün mən dedim, Albert Məminlə çox ixtilafım var. Hətta siz cənabınızla da çox bəhslər eləmişik. Uzun saatlar, 2 saat, 3 saat biz üzə bəhslər eləmişik. Yolda bəhslər eləmişik, evlərimizdə bəhslər eləmişik. Mən nəzərlərim dəyişib. Yəni, çox nəzərlərim dəyişdi. Xüsusən keçən 2 il, 3 ildə koronadan bu üzəki vaxtım çox şey oldu. Biraz da özümdən xəlvət elədim. Yəni, çox xəlvətə girdim. Hər şeydə təzyiq nəzər elədim. Və değiştirdim fikrini. Yəni, mənim indi nəzərimə əxlaq adında bir şey yoxdur. Əxlaq o şeydir ki, güclüləri yaradıblar. Qanun adında bir şey güclü yaradır ki, güclünüzü kontrol edir. Siz sərmayedarlar, güclülər nə xilaf edirlər eləsin. İranda hər kəs güclüdür, dünyada da bu türdür, deyirəm təkiylə. İxtilas edir eləsin, oğurluq edir eləsin. O gözəl bir misal vururlar. Deyirlər ki, polislər oğurları tuturlar, amma böyük oğrular kəndə bancı oğurur, bancının sahibidirlər, millətin pulunu oğurur. Irqçılığa nə düşünürsünüz? Irqçılıq dəqiqən budur. Irqçılıq dəqiqən o şeydir ki, siyasətə lazım olanda istifadə edəcək, olmayanda istifadə eləməyəcək. Siyasətə keçən 100 iləcən, 200 iləcən var idi. Yəni, İspaniyallar, Portugallar, hətta indi cənabınız bilirsiniz, pap gəlmişdi bu şeyə, bir Kanadiyə. Bəli. Niyə gəlmişdi? Bura gəlmişdi. Niyə ildən sonra da 10 ilin, 12 ilin bəhsidir bu
buranın o yerlilərindən, Kanadalılardan. Bizlər Kanadalı deyilik. Onlar 200-300 gəlmişlər. Bizlər buranı qəsb eləyənlər yox. Bizlər istemarçıyıq gəlmişik. Buradan mənfəət qazanaq. Ama biz də privilege. Ərz edirəm. Mən ərz edirəm. Biz istemarçıyıq. Biz onun yanındayıq. Ama o... Şeyin tarifine göre ve doğru tariftir. Ama onun nedir o Farsça deyirlər sorpus. Burada yerliler. Onun doğrusu yerliler burada yer sahiplerinin gelip de üst yapıların uşaqlarını aldılar, apardılar medreseler. Müəllimlər təcavüz elədilər və gömdülər diri-diri bəziləri. Nökər kimi işlədirdilər. 100 ildən sonra gəlmiş üzr istəyə. O üzrü nə dərdə dəyər? O biraz önce dediniz ahlakın anlamı. Adaletin ne anlamı var? Adalet mənası yoxdur dostum. Adalet adında bir kavram gələkdir. Üzr istəyəndən sonra. Hüsnət, onları dilimdə biləcək, hiç olacaq deyələrində. Haqqına sahib çıxmasan, ədaletin nə mənası var? Ədaletin nəsə mənası yoxdur. Ədalət güclünün, fikirlərin. Əgər bir gün gərək güclü olasan ki, daha ədalət peşində olmayasan. Xeyr, ədaləti güclü olmasan yaradanmayacaqsan. Ya gərək sən güclü olasan, impoz eləyəsən. Baxın, Amerika güclüdür, hüquq-u bəşəri impoz edir, amma filan yerləri bombaran edir. Heç kəs demir ki, ona hüquq-u bəşər ara getdi. Bakın, siz güçlü olsaz impoz edirsiniz, ərzişlər ki yaradırsınız, insanları alasınız xidmətinizə. Demokrasi gəlməyibdir ki sizə azadlıq versin ya filan versin. Yox, demokrasini yaradıblar ki siz rahatca Amerikanın mənafeyini qəbul edəsiniz. Amerikanın mənafeyini məşru görəsiniz. Müqabilində durmayasınız, özündən difa eləməyəsiniz. İndi burada mən düşünürəm İranın cibhəsində yox, mən İranın cibhəsində düşünürəm. İran, indi amma gəldik ırqçılığa, yenə qeyd edirəm ırqçılıq. Baxın, insan, Cənabınız da buna işarə, insan təbiətin, çevrənin ürünüdür. Və buna özü, hər nə mənə ki orada vardı, buna impoz edir. Məsələn, misal vururam. Baxın, İran adında bir yer var, bunun coğrafiyası bir-birinə fərqlidir. Yəni 8-9 tane coğrafiyası var, çox bir-birinə fərqlidir. İndi baxın, görürsünüz ki, burada su azdır. Həbiət xəsisdir. İnsanlar ondan çox xəsisdir. İnsanlar su olmadığı üçün bir-birlərini öldürürlər tamam kətlərdə. Savaş su üstündədir. Siz görürsünüz ki, indi elə bu cür əxlaqımız da budur. Biz insanlardan oğurluq edirik rahatca. Çox rahatdır. Elə onu gəlişdirən də doğadır, təbiət. Ərz edirəm ki, biz doğanın ürünüyük və doğa özün bizə təhmil edir, çünki zorludur bizdən və biz ona boyun əşirik və onun sistemin yaşamağa öz toplumumuzda o sistemi yaşamağa məcbur edirik. Amma biz də onun ürünüyük, biz bir başqa bir nəslə deyilik doğadan. Ərz edirəm, onu ərz elədim ki, əvvəldə biz ürünük təbiətə və özün bizə impoz edir və biz onu yaşamağa məcburuq. Sonra da onun əsasında bir əxlaq düzəldirik. Zorluların əxlaqı, kasıbların, zəiflərin əxlaqı olmaz. Mən yaradacağım əxlaq yəni nə mənə, ədalət yəni nə mənə, yəni bu şey, məsələn, İslamda ya hər dində ədalət odur. Əgər mən dediyimi o qəbul eləsən, ədalətdir. Bir misal vurdum mən Albert Məminə. Ədalət o zaman yaranmışdır ki, güclü razı olsun durumda. Güclü həm özü razı olur, həm də o birilərin razı edir ki, mənə razı elətdirəcək. Razı elətdirir ki, siz məndən itaət eləyin, mənim zorumu qəbul eləyin, gücümü qəbul eləyin. Gücün balansı, bunun cümləsi belədir. Gücün balansı o zaman yaranır ki, güclü razı olsun durumda. Dəqiqən budur, dəqiqən budur. Mən bunu indi bu kitabı iki dənə keçən kitabı oxuyanda deyirəm, xüsusən bu kitabları nəqdi, intiqadi oxuyandan sonra bu üçüncü kitabda oxuram. Bir yol onlayn oxuram, özümə fürsət verir. Mən dostlarımız gəlirlər, baxırlar, ona maraqlı deyiləm. Özümə fürsət verir ki, özüm öz düşüncələrimi uca səslə oxuyub nəqd eləyə biləm. Bu kitab bəhanə olur ki, özümün düşüncələrimi nəqd eləyəm, özümü istemardan boşaldam. Yəni, görəm ki, haraların müstəmiri olur. Mən gördüm ki, ədalət qavramı dünyada yoxdur. Hamı ədalətdən danışır. Hamı öz qanunu ilə ki, özünə münasib yaradıbdır və zorluları qorur. Məsələn, Amerikada ya Kanadada zorluları qorur, qanun yoxsa zorsuzları. Gücsüzləri, gücsüz. Zor yox, güc. Gücsüzləri qoruyur ya, zor elə həman güc. Yəni, fərq edəməz ki, hər kəsin zoru çoxdur. Pul zorudur, pul gücüdür,
iqtisad gücüdür, karxana gücüdür, torpaq gücüdür. Bunlar gücdür. Burada bunun qavramı ədaləti yaradır, əxlaqı yaradır, fəlsəfəni, hətta mən əvvəllər düşünərdim, məsələn, 20 il bundan qabaq, bəlkə də çox, o zaman ki, 17-18 yaşım vardı, istəyirəm gedəm Hozey elmiyyədə dərs oxuyam, onda bunu düşün ki, fəlsəfə əvvəl ittifaq, fikir ittifaq düşür, yoxsa əvvəl bir iş ittifaq düşür, sonra onu tavcih, məntiqi eləməyə çalışırlar, məntiq çıxır, fəlsəfə çıxır ortaya. Mən bunu, o zamanlar bunu düşündüm, indi bunu daha çox şey gedirəm ki, siyasətdə güclülər gəlirlər, deyirlər ki, mən nə tür eləyə bilərəm bu günləri, məsələn, türkləri əlimin altında işlədəm. Amma gedək irqə, indi gedək ırqılçılığa. Heyvanlar ırqıçıdırlar. Hamısı. Heyvanlar ırqıçıdırlar. Heç şer gedib, məsələn, öküzlə yoldaşlaşmaz. Irqıçıdırlar. İnsanlar ırqıçıdırlar tarix boyu. Hər kəsən öz ailəsindən yapışdığı üçün, əslində qovmu, qəbilə ki deyirlər, yəni ailə. Bir dənə böyük ailə, indi ailələr mütəəssifanə bizdə itibdir. Yəni İranda bizi keçən yüzildə bir şey ki bizdən itirdilər, ailəlikdir, qovmu, qəbiləlikdir, itirdilər. O halda ki Avropa, Amerika əslində, xüsusən Avropanı deyirəm. Avropada məmləkətlər qovm əsasında, 3-4 məmləkət istisna eləyin ki, hər millətdən var, qalan millətlərin hamısı qovm əsasında düzəlibdir. Cerməndir, nə bilim, bu İtalyandır, bu İspanişdir, bu Portugaldır, bu Britindir, bu İskotlandidir, bu... Ya baxırsın görürsən, hər kəsin bir ona topraqda və məmləkətlər də onun əsasında. Bizdə də məmalik-i məhrusəyə qacar deyəndə, ya məmalik-i məhrusəyə səfəviyyə deyəndə, orada, yəni burada hər kəsin özünün bir məmləkəti var idi. Lorlar bir yerdə otururdular, o birisindən işi yox idi. Ərəblər bir yerdə otururdular, Bəluçlar bir yerdə otururdular, Türklər bir yerdə otururdular və hər kəs ayrı idi, məmləkətləri ayrı idi. Bu ki biz görürük, torpaq üstündə dava çıxır həmişə, tarixli torpaq üstündə dava çıxır da. Çünki bir iddə torpağın qorur, o birisi bunun əlindən alsın. Bu nəcətpərəstlikdir rəsmən. Yəni insanlar deyir ki, mən buranı alacağam çünki güclüyəm. Üstün deyiləm, deyil, üstün deyiləm. Güclüyəm, güclü yox sonra deyir mən üstünəm, çünki gücüm var üstünə. İndi biz İranda, Türklər, çünki gücsüzlük, ədaləti İran qanunu qəbul edirik. Onlar onu bizə impoz edir. Bizim dilimizi oxumuruq, ədalət ittifaqən Farsın gözündən düzdür. Gərək biz dilimizi oxumayaq. Çünki güc onladır. Biz ona təslim olmalıyız. Bizim torpaqlarımızda gərək yaşamayaq, o gərək buranı ala bizim əlimizdən. Gərək suyumuzu quruda, gərək mədənlərimizi apara. Çünki biz gücsüzük. Gücsüz millətin haqqı yoxdur yaşamaq. Haqqı təhcə iki şeyə var. Ölmək və onun yolunda ölmək. Tam gerçek İnzəfər bəy. Bir ölmək, bir də onun yolunda ölmək. Onun mənafiyi yolunda ölmək. Onun mənafiyi yolunda ölmək. Bu iki dənə mühasara zəifin haqqı yoxdur. Başqa yol bıraxmamış sənə. Xeyr, yoxdur. Mən indi xaricərəm. Kar fərma ya istihdam eləyəcəkdir. Mən işləyəm, ya da ac qalacağım öləm. Tam doğru. Yəni, sözün özünü dediniz. Nəcatpərəstlik əslində buradan gəlir. Bir dənə ailə deyirlər, afıla məsələn dünyada X qədər ailə vardır ki, dünyanın sərmayəsinin %90'ı, %80'i onların əlindədir. Yəni, bu ırqıçılıq deyil, nədir? Məsələn, Amerikanın bayrağı ya Amerikanın pasportu tamam dünyada geçir, amma məsələn Güney Azərbaycanla pasport haqqı yoxdur. Səni sıxışdırır, sən deyəndə sizi qəsd eləmirəm. Bəli, bilirəm. Səni sıxışdırır kimlik köşəsinə. Səni kimlik gərginliyi köşəsinə sıxışdırır ki, sən hələ orada çabalayasan ki, mən dilimi dərs verə bilmirəm. Dilimdə dərs oxuya bilmirəm. Orada uğraşırsan, o özü bilimdə, varda, malda, bilgidə, bilimdə daha yuxarı yerlərə yetişir. Amma sən onunla məşğulsan. Kimlik, sən hələ bununla məşğulsan. Bir yana cümlə deyim, gör bu cümlə sizə görə düzdür və ya nə düşünürsünüz? Güney Azərbaycan Milli Hərəkətində daxili istimar, bu kəlmələri seçmişəm bir-bir. Yəni siz bilirsiniz, mən heç sözü səhvən demərəm. Güney Azərbaycan Milli Hərəkətində daxili istimardan söhbət etmək əslində Fars-İran işğal sistemini və işğalçılığı qəbul etməkdir. Rəsmən düzsüz. Yəni, necə ki iç istimar? Hangi iç? Bir də orada Fars var,
ki qanun yazılıb ki, ədaləti qanunla icra edilir. İstemarı danışırıq, istəyirəm istemarı daxili. Bəziləri deyirlər, bətər söhbət danışırlar. İstemarı daxili var. Bizim ağaçları kəsirlər, aparırlar. O işğalın ücubatındandır. İstemarı daxili yox ki. İstemarı daxili o zaman olar ki, məsələn, Azərbaycanlıların bir hökuməti var, milli hökumətləri, hakimiyyətləri var. Burada bir dənə karxanadardır, qanun keçibdir, dövlət Farsça dili hətta-əqəlli dəstumuz, Türkiyədə deyirlər ki, əskəri ücrət. Bir əskəri ücrət eləyibdir, deyibdir ki, saatı $15 adam işləyəcək. Sənə gedirsən burada, məsələn, biz burada gedirik çaynalların məğazəsinə, deyirəm, mənim işim yox, mən işlər. Bir saatına $6 verəcəm. Və sənə kəşf verəcəm, sən mənə şikayət eləmək haqqın yoxdur. Buna da imza alır. Buna deyirlər daxili istimar. Amma əgər bir nəfər gəlib də sənin yerlilərin toprağını alıbdır, bu daxili istimardır, bu işğal və istimardır. Daxili də, onlar da Kanadada yaşır, amma onlar torpaqları işğal olubdur, beyinləri işğal olub, dilləri. Sizə görə bu İngilizcədə kolonializm. Bu qədər oxuyursunuz da. Zaten büyün ona görə danışırıq. Kolonializm İngilizcədə. Farscada, İranda istimar və bizdə də sömürgəçilik filan. Bu əslində bir dakika, əslində bir qəşəng bir düşünəlim, bir 2 saniyə bir düşünsək. Sizə görə bu sözlər, kolonializm, istimar, bu işğal sözünü occupation, işğal nə olar Farsça? Yumuşaldır. Onu deməmək üçün deyilmi? Bunu bir düşün, 2 saniyə düşünsək. Onu istəmir deyə, o işğal istəmir deyə. Fransa Əlcəzairi işğal eləyibdir. İşğal eləyib. Rəsmən ordusunu soxmaq, işğal eləmiş. Ondan sonra o istimar ona görə deyir ki, sən istimarla uğraşasan, istimar qavramı ilə və işğal, çünki burada rəsmən işğaldır. Rəsmən occupation'dir. Invasion və occupation'dir. Güney Azərbaycan, İran, Fars sistemi əli ilə işğal altındadır. Nə istimardan danışmaq? Nə istimarı daxilindən danışmaq? Nə dil haqqından danışmaq? Nə paltar giyimə haqqından danışmaq? Nədən danışmaq? Öncə bütün gücümüzü həmən büyün səfərbər etmək lazım ki, işğalçını eşiyə atalım. Yox. Dostum, onu biz eləyəcəyik sonra. Tamam gücümüzü gücləşməyə, qudrətli olmağa səfərbər eləyəcəyik. Sonra işğalçını çıxıb. Çünki güclü olmasan olmaz. Güclü olmaq da beyindən keçər. Silahdan keçməz. Silahı beyin ürətər. Xiyal, orada əvvəl dedim xiyal. Siz əvvəl əgər eləyə bilsəz ki, özünüzü gücləndirəsiz, qudrətləşdirəsiz, təşkilatlaşacaqsınız. Bizim dostlarımızdan bir ikisi var. Daimən Azərbaycan görürəm ki, təşkilatlarına həmlə edir. Oğlum, axı, niyə həmlə edirsən? İran dövlətinin şeytan fəhləsidir da. Pulsuz, bedava fəhləsidir İran dövləti. Ya gəl işlə. Denən ağa, mən bu hizblərin heç birisini qəbul eləmirəm. Mən bir dənə ayrı hizb varım, çünki ayrı bir aydiyan var. Ya da ki, gəl qoşul birinə, ya da ki, mənə tay, denən ağa, mən qoşulmuram, amma təşkilat lazımdır. Və bu təşkilatlardan da, nəhayəti budur ki, mənim Künas TV'də də buna çox çalışdım. Cənabınızla da illər boyu dayanışır, gələk bir yerdə oturaq, bunları yığaq bir yerə, bir təşkilat bizə lazımdır. Amma hamısından kesin içində şey olsun, qolları olsun. Dostum, baxın, dünyada mən bu nəzərə yetişdim. Mən bu 3 kitabı oxumuşam. Bu 3 kitabda ki, nəqlini oxumuşam. Baxın, görün neçə. Buradan bunun 80 səhifəsini oxumuşam, 85-86. 62 cələsədə oxumuşam. Yəni 62 cələsə, 62 saat qoymuşam. 80 səhifə oxumuşam. Diqqət, bunun üçün biz burada kitabları dərin oxumadığımız üçün İranda beynimiz genişləşmir. Əslən kitabı oxuruq, bilmirik nə oldu, yəni nə oldu. Biz bunu çox vaxt oxuyuruq ki, yataq. Yəni kitabı oxuruq ki, yataq, kitabı oxumuruq ki, aylar. Ən ayı vaxtımızda kitab oxumuruq. Ən ayı, və cəlib budur. Biz kitabı oturub bir-birimizdən bəhs eləmirik.
Əlan cənabımla biz heç olmasa bu ikinci cəlsədə bu kitabın üstündə istəyib bəhs edir. Elə ona görə mən dedim ki, gərək kitabı, nə fəqət kitabı, düşüncəni eleştiriyə çəkməz, o düşüncə səni öldürər axırda. Baxın, bizdə niyə hamı kitab oxuyubdur? Heç olmasa mədrəsədə. Yoxsa, səməri nədir? Bax, bunun nəticəsi nədir? Bunun o meyvə ki, budan dərəcə olduq, o nədir? Ağa, mən 4 il getdim danışqahda xəbərnigarlıq oxudum. Buradan milyonlar tümən pul qazanmışam. Bunun nəticəsidir da. Tamam, ağa, bir belə kitab oxumuşuq. Əxlaqi kitab, şeir kitabı, fəlsəfə, filan, bəhman. Elə hamını deyirəm. Yəni, indi fərz edin ki, bir iddə adam roman oxuyubdur. Seksi roman oxuyubdur, bir iddə fəlsəfə oxuyubdur, bir iddə cəmiyyətşünası oxuyubdur, bir də rəvanşünası oxuyubdur, bir də iqtisad oxuyubdur. Bəli, yaxşı, bu bizim iqtisadımızın durumu, bu bizim əxlaqımızın durumu. Baxın, keçən amar verdilər, keçən 3 ayda 20 neçə min dana uşaq nənə doğubdu, atı başqal qabına. Yəni, o sosiyetanın kolapsının, çöküşünü göstərir. O çöküş hardan? Bu kitablardan gəlir. Bu kitaplar bizim zihnimizi getirib ora. Bu dil bizi getirib ora. Baxın. Bir şey deyil, çox şeydir. Yox, dil bunda çox təsir. Yox, deyirəm, bir şey deyil, çox şeydir. Dil demə. Amma dil ilə, hamısı dil ilə, istisnasız. Biz bu, hər halda. İndi dostum, baxın, ırq məsələsi insanlarda siyasətin dərdinə dəyəndə yekəldir, dərdinə dəyəndə həsb eləməyə çalışır. Amma sizi oynatmağa çalışır bunlar. Tarix boyu Türklər dediğində, ya Azərbaycanlılar dediğində, Səfəvilər dediğində siz ırqdan danışırsınız. Yəni bunu silənməzsiniz ki. O zaman deyirsiniz ki, Kanadada yerli Kanadalılar, onlar da neçə millətdirlər daha, hərəsinin adı var, hərəsinin bir baxış, dünya baxışı var falan. Özləri değişik millətlərdir. Özləri nation'dır. Kanadanın qanunu əsasında nations. Nations'dır. Bir millət deyil, millətlər. Kanada adında millət yoxdur. Nations'dır Kanada. Yəni millətlər. Türkiye. Talipdir. Mən bu kitabı oxuyanda bir dənə bir şey öyrəşdim. Sizə bunu itiraf edeyim. Mən bir camiyyətşünası, mən üst-üstə demək olar ki, Dəbiristandan ta danışqahdan camiyyətşünası və rəmanşünası oxumuşam. Yəni, çox bunlar oxumuşam. Yəni, çox dindən sonra ikincisi budur. İkincisi budur. Talipdir, mən bilmirdim ki, topluluq və toplumun fərqi nədir? Əslən, biz oxumamışıq İranda. Topluluq fərqlidir, toplum var. Toplumla biz elə hamı böyle şeydir, yığacaksan adamları bir topluluktur da, bir heyvan topluluğu kimi. Yox, toplum fərqlidir. Biz elə İranda oxumuşuq ictima, camiə, bütüldü getdi. Ərəbcə sözlərdir da. Türkçüdə baxdım ki, olan o zaman ki siz danışırsınız ictimadan, çünki istəyirsiniz İranda bir dənə millət yaradasınız. Deyirsiniz ki, camiə-şinasida gərək ictimadan danışırsınız. Amma o zaman ki siz danışırsınız topluluqdan, ictimaat. Onda deyirsiniz ki, İran bir millət deyil. İranda məsələn 15 millət var. 200 dana dil var, 50 dana dil var. Və o nəyə gətirər sizi? O rəsmiyyətə gətirər. İndi nə olub burada? Burada bir iş görüblər. Gəliblər nəcatpərəstlik əsasında, yəni ırqçılıq əsasında bir dana deyiblər ki, bir dana burada İran adında bir millət yaradaq. Və bu İran adı 88 illikdir. Ondan qabaq hangi kitabda siz İran kəlməsi görsəniz, mütməinnən mən and içirəm ki, tarix boyu heç bir toprağın adı İran olmayıbdır və heç bir dövlətin adı İran olmayıbdır. Lazım deyil. İran şeyi, nesnesi, biz burada tabii işimiz müvafiq adamlar danışırıq. Ancaq buradan da yoldaşlarımız da eşidirlər və sonra da eşidəcəklər. İran deyilən yer heç bir zaman, heç bir tarixdə Azərbaycanı qavramamış. Əsəl ağa, İran adı yoxdur ki. Baxın, Kuruş dövləsi. İran zəmin deyilən bir dənə bir, yəni Galiba Afganistan'da, indiki Afganistan'da bir yerdir. Ona indiki ağa, əslən indiki Afganistan'da da İran yoxdur axı. İran zəmin deyilən yəni. Onlar özləri deyirlər İran, amma bu Ariyayı. Heç bir dövlətdə Ariyayı, onlar deyirlər bizə Ariyana yox, hətta Ariyayı deyil. Ariyana ilə Ariyayının fərqi var dostum. Bunlar iki ayrı kəlmədirlər. Yəni biz qavramları bir-birinə bənzədib onlardan keçməməliyik. Ariyayı ilə Ariyananın bir dünya fərqi var. İki dənə kəlmədir ki, fərqli bir şeydir. Şeyə nə deyirsiniz? Fəlat-ı İranı. Əsas Fəlat-ı İran taza bir sözdür. Necə? Axı İran için yox idi, bu kəlmə yox idi. Bu İran. Baxın, diqqət buyurun. Tarix boyu nə siyasi bir varlıq var idi, adı İran olsun. Nə bir sistemi, topraq vardı, adı İran olsun. Təhcə kəlmə-i ki, topraq olaraq
ad qoyulubdu. Siyistanda bir dana kəndin adını çeviriblər, qoyublar İran şəhrində olubdu. Təhcə yeri ki, bu topraklarda Əfqanistan, Pakistan, Hindistan, Çin, Moğolistan, Rus. Səfəvi imperatorluğunda yazılarda İran sözü işlənilibdir. Yoxdur. Onları tarixdə, yeni tarixdə yazıblar. Yeni tarixdə əl aparıblar. Yəni bu Ağay şeyin mərkəzi var, bu Yarı Şatirin və İrə Cəfşərin. Bunların bir mərkəzləri vardı Amerikadadır. Hardadır? Ancaq Osmanlıda da o zamanki mükatibə olubdu Səfəvi ilə. Burada bir yoldaşımız yazıb ki, bəlli bir adamı tarix bəhsində dəvət edin. Biz tarix bəhsində bayağı... O tarixlərə baxın, o tarixlər ki, yoldaşımın cavabını deyib, bu yoldaşımız yazıb ki, siz tarix bəhsində bir bəlli adamı dəvət edin. Biz dedik, biz elə özümüz tarix bəhsində o bəlli adamlardan daha o fikirləri istimarı, o fikirləri tarix onlardandır ki, istimara köməklik edir. Oldu. Amma dönək İran sözünə mən siz İran sözünə o yazılaşmada ki, mükatibə olur. Yazılaşmada İran sözü geçir. Ağay Oğuz bəy, o zaman ki Səfəviyyə özün İran bilmir, siz orada necə İran sözünü işlədə bilərsiniz? Mən tartışmıram. Diqqət buyurun. Mən istəyirəm deyəm ki, o namələrə əl aparıblar. Mən bunu istəyirəm deyəm. O namələri dəyişdiriblər. Çünki Səfəviyyə, baxın, tamam tarixdə, Çində siz məndən tarix üçün yaxşı bilirsiniz. Fəqət işarə edin. Çində ailələr ki, gəliblər siyasətdə, ailələr ki, gəliblər torpağı işğal ediblər, ailənin başındadır. İrğın başında olan adamlar da, məsələn deyək ki, Osmanlılar da, Osmanlı gedibdir, orada torpaqda savaşır, torpağı getirdir adına. Ora deyir, bunun adına gedir. Çində deyirlər, məsələn, Şin Liyonun adına gedir, ya Liyo deyirlər. Çin əlbəttə Çin bir ailə adıdır. Əlbəttə ailə adıdır. Bizim tamam bu məntiqələrdə ailə adıdır. Yəni, hökumətlər ailə adıdır. Siz eləyə bilməzsiniz, buradan Səfəviydən çıxadasınız. Axı, məsələn, Sultan Süleyman niyə Səfəviyyə deyər ki, sən İransan? Niyə deyər? Yox, öyle olmamış. İran sözünü istəsəniz, yəni bilirsiniz də hər bəhs eləyə bildik, qəşəng, açaq, sənətləri gətirək, yazıları gətirək. Sənətləri mən qəbul eləmirəm. Çünki əgər tarixdə bir şey yoxdursa, onu sonradan getirdiblər. Müsəhhihlər, Ağay Yarı Şatirin mərkəzi, ya Ağay Eseyin mərkəzi. Mənim mənbələrim İran mənbəyi deyirlər. Axı dostum, Harvarddakı kitabları yazan, ya Chicago'dakı kitabları yazan 100 ilin içində yazıblar. 250 il bundan qabaq deyin ki... Ancaq mənim qaynaqlarım da, mənim oxuduğum qaynaqlar da, düzdür ki, elə Chicago'dadır, nə bilim, Toronto'dadır, dünyanın, yəni mən, yəni, nə deyil, reference library'lərə şeyim var da, dəstərəsim var ki, oradan kitabı işi yapara bilməzsən. Yəni, referans oradadır. Hətta bəzi yerlərə əl-cəməlcə taxısan, bəzi kitabları iş qoymazlar da oxunasın. Bəzi şeylər, istəsək İran sözünü danışarıq sonra. İndi 2 saatdır danışırıq. Nə qədər yararlandıq? İstimar barəsində danışdıq, sömürgəçilik, MSZR yox, şeyini, nədir adı? Albert Memin barəsində danışdıq. İndi bəzi yoldaşlar ki, istəyirlər, hətta danışığa bilənə qatılarlar. Əgər icazə versəniz, onları da görək sözləri varsa, qatıla bilərlər. Var mı müsaadəniz? Siz buyurun. Buyurun. Yox, mənim bir... Amma yəni, bu İran sözünü və bu ki, oryantalistlər, yəni, mən bilirəm siz hardan gəlirsiniz. Oryantalistlər və onlar ki, yazıblar və kitablara təhrif aparıblar filan, onlar var. Onların hamısı yerindədir. Ancaq bəzi məsələ qalmış şeylər var, yazılar, məktublar filan var. Mən onları əslində, mən yalnız Səfəvi demirəm. Belə lap Səfəvdən sonra deyil, lap belə qacarlıq arz edirəm. Baxın, İran sözü... Biz mecburuq bunu danışaq. Biz belə özümüzü yuxuya vura bilmərik ki. Oğuz bəy, baxın, İran sözü 1312-də ağza salıblar, siyasət meydanına ötürüblər. 1313-də təsvib eləyiblər. 1314-də geçiblər. Yox, İslam yox. Biz burada indi cənabıza danışmırıq ki, bir general, biz burada cənabızla mən danışanda evimizdə otururuq, deyib, bundan 3 saat danışırıq. Biz bərabər, biz burada dostlarımızla danışırıq ki, gələcək tarixdə baxacaqlar buna. Bu ki, xaricidir. Bax, siz bir yerə gedirsiniz ki, bunu hamı gedir, hamının da qulağına xoş gəlir. Gerçək bu deyil.
İran dövlətinin tərəfindən 1938-də, əgər doğru deyirəm, doğru demirəm, düzəlsinlər yoldaşlar. Yəni, çünki indi dünyada 2 saniyədə bir şey bulub çıxarmaq olar. 1900'ü bir dəqiqə görüm. Burada birisi yazmış. Oğuz bəy, sən heç Donquz bəy də deyilsən. Çünki sən pan-İranistsən, xain, farspərəstsən. Oxumayın. Olsun. İnsanlar hörmət qoymağa öyrəşməlidirlər. Bir dənə indi söz bura gəldi Oğuz bəy. İcazə buyurun, bir dənə burada bir şey ki 2-3 gündür istəyirəm, bunu mən danışam özüm. Amma qoyun elə indiki söz gəldi. Şəxsi saygınlıq fərqlidir, düşüncəni eləşdirmək fərqlidir. Mən burada bir sözü deyim. Farslar biz danışanda, biz ki danışırıq Güney Azərbaycanlılar, türklər, hamısı sakitdirlər, deyirlər ki, hətta Cəvad Təbatəbai deyibdir, hətta vəzir xaricə deyibdir ki, Əliəkbər vilayəti, bunların sözlərin ağzınıza alıb danışmayın, ruznamələrdə yazmayın, kitablarınızda yazmayın, çünki onda bunları siz damən vurursunuz, bunları çoxaldırsınız, yelilirsiniz, ətəklirsiniz. Biz isə neyinirik? Amma məcbur deyiləm ki, onun sözünü. Yox, bir dəqiqə qulaq as. Biz neyinirik? Biz düşmənlərimiz bir söz deyəndə onu yekəldirik, dərya edirik. Gedə nədə bu gedə nədir? Bu adam danışıbdır, gedə deyək biləsinə. Yox. Nədir? Bizim gedə tohin deyil bizdə. Gedə yəni o adamlar ki danışmaqların bilmirlər filan bəhman. Yolçu dilənçi adında deyil bizdə. Yox, gədə əski türkçədə qısa anlamına gəlir, əski adam anlamına gəlir. Əski adam. Güdə sözü ilə aynı kökdəndir. Əhsən. İndi bu ona görə gədə, yəni çox da təhqir sözü deyil, amma indi olub da. Məsələn, yoldaşlar bir-birinə də deyirlər, gədə gəl filan. Ya bizim elə şeylərdə, kətlərdə bu gədə sözü, yəni ağa yerinə işlənir, bəy yerinə işlənir. Yəni bizlər gədə oldu. Öyle mi? Bəli. Yəni, xüsusən məsələn, mənim yaşım, məsələn, yaşı çox olanlar aşağı yaşlılara gədə deyərlər. Bir də şey var, bəzi yerlər var, adı gədə sözünü işlədir. Məsələn, Gədə bəy. Eşitmiş misin? Şimali Azərbaycanda Gədə bəy. Şimali Azərbaycanda bir şeydir, yəni bir məntəqədir, mahallın adıdır. Gədə bəydir. Orada adamlar da adları ondan gəlir. Məsələn, Loristanda Səcvənd var. Səcvənd. Səcvəndilər, məsələn, bir dənə qəbilədir, yəni bir dənə nəcatdır deyək özünə. Elə o Səcvənd adını saxlıblar üstəndə. Amma sözə dönəlim. Bu ki, orada o adam öyle yazmışdı və mən onu oxudum. Yəni, şeydir. Yox, mən onu deməyəcədim, bu adama deməyəcədim. O şey ki, mən ərz edirəm budur. Bu raifib budur, nədir? Oturub da Azərbaycanın bir şey deyibdir. Gözləyin bir dəqiqə. Siz gözləyin bir dəqiqə, Səfərli bəy. Azərbaycan üçün bir şey deyibdir. Azərbaycan millətinin və təqdim. Qalib budur, bizim insanlarımız bunu yüzlər min dəfə fırladırlar. Bu şey, adam o zaman ki, sizi bir təhsil edin. O adamı yekətməyəcək. O adam dövlət idarə verməsə orada oturub danışmaz. O adam dövlətin məmuru olmasa orada danışmaz. O adam dövlətin məmuru olmasa Azərbaycan Cumhuriyyətinə ya Türk millətinə əhanət eləyə bilməz. O adam İran dövlətinin əmri ilə o sözləri deyir. Bəlli sayğı çərçivəsində danışa bilməsək, düşüncələri şey edə bilməsək, eləşdirə bilməsək, demək ki, onda elə həmən səthə düşər ki, görürsünüz də bəziləri yaman yolunun dedikodu ilə görürsən, adam yığıblar başlarına, bir dənə də qadın gətiriblər, böyle yırtıq sözlər danışırlar, görürsən, 2000 nəfər yığıblar, danışırlar. Ancaq bir yoldaşımız bir salam versin, görək ki, yoldaşımız kimdir? Salam verməmişsin, bax bunu deyim. Dünyanı, onlar hiç o yırtıq sözləri danışırlar, değişməzdələr. O adamlar değişərlər ki, 2-3 nəfərin zihnini değişdirə bilirlər. Düzdür, teşekkür. Yoldaşımızın adını alalım. Buyurun, adınızı bağışlayın lütfen. Salamlar, saygılar gelir Hidayət bəy və Oğuz bəy qardaşım. Mən qəsdim yox idi şilavdə olam. Çünki bir dənə milliyətçi tərəfindən çoxlu istəyirəm anlaqla və öyrəşəm sözləri. Amma o dostum hiç bilmirəm. Ara dost demək olmaz. O düşmanımız ki gəldi layva və bir dənə çirkin bir söz yazdı. Biz millət, biz Türk milləti, elə budur ki, həmişə istimar atdayıq. Nə vaxt qoyuruq ki, öyrənək, nə də öyrəncilərdən bir sözləri öyrəşək ki, biz sabahımızı birləşdirək, başımızdan onlar gəlib və bizim məmləkətdən ittifaqlar düşür.
Mən çoxlu layihələrə gedirəm. Dostlar görsən deyir, sən şəkili niyə göstərirsən? Mən bunları bir dənə Azərbaycan milləti, bunları bir dənə Türk. Heç kəsdən, heç nədən də qorxum yoxdur. Mən öz haqqımı istəyirəm. Bundan artıq bir bəhsimiz də yoxdur. Çox gözəl. Dostlarım, harada yaşayırsınız? Mən Sulduzluyam, Təbrizdə yaşayıram. Mən Sulduz uşağıyım, mən Təbrizdə yaşayışım. Sulduz bizim qurtuluş simgəmizdir. Sulduz kələməsi belə. Sulduz sözü gələndə gərək adam başuca dura. Şəhidlərimiz, Güney Azərbaycan Milli Hərəkatının şəhidləri Sulduzdan, öbür şəhərlərdən də. Ancaq Sulduz bizim başımızın uca yeridir. Sulduz bizim ürəyimizin içidir. Böyle çok da romantik bakmıram. Lap belə savaşımızın başlangıç yeridir Sulduz. Doğrudur, doğrudur. Sağ olun. İndi yaşasın Oğuz Bey. Mən özüm elə o azadda var idim da. Özüm də onun da elə hərəkət, milli hərəkətdə də var idim da. Bizim Fars hökumətimiz özü də yaxşı bilirsiniz ki, çoxlu pullar, çoxlu həzinələr Beqol özləri deməli, millətin haqqından xərcləyiblər, ta bizləri gətirir öz əllərinin altına. Və bədbəxtانه deməliyəm bunu. Biz Türk millətdə bunu çox sadəcə qəbul edirik. Mən özüm şəhərdə dolanıram, bəzən bazarda və ya o şəxslərlə düşürəm, çıxıram, baxıram. Bir neçə illər biz bunu bilə-bilə biz uşağımızda faisə öyrədirik. Bizə bilinən, bizə bilinən vardı. Əziz yoldaş, səsiniz yaxşı deyil. Əsla yaxşı deyil. Qırıntı ilə gəlir. Anlaşılmır. Əsla anlaşılmır. Mən də anlamadım. Tamam, mən fəqət istədim o ürək. Səni salamlayırıq. Ürəyiniz ürəyimizdir. Sözümüz aynıdır. Sulduz güclü olsun. Siz yoldaşlar orada biraz önce İnsaf Ali Bey ne deyirik? Biz illərdir ne deyirik? Ömrümüzü biz bu yola koymuşuq. Güney Azərbaycana. Sözümüz İnsaf Ali Bey de bayağı işarələdi. Mən büyün deməmişdim. Təşkilatlanmaq, təşkilatları gücləndirmək və qurtuluşa tərəf hərəkət etməkdir. Bizim mesajımız sizə, Sulduz'a budur. Buyurun. Selam getirin herkese. Sağ olasınız. Mən tamamı dostlar ki bizi izləyiblər, burada gəliblər və bizim sözlərimizə qulaq asırlar. Onların tək və təkinin təşəkkür edirəm. Bağdan mənə bir dənə iftixardır. Dötük Dəyət bəy və Oğuz bəy burada gəliblər. Vaxt qoyurlar və bizim tariximizdən, mədəniyyətimizdən danışırlar. Bunlar birlikdə teyidad insanlardır ki, heç təvəqqüları və heç niyazları yoxdur. Bəlkə istəyirlər bizi ayındırırlar və bilərlər ki, bizim keçəcəyimiz nə idi və gələcəyimiz nə olacaq. Bundan artıq mən bizim vaxtını tutmuram. Çox sevindim məni gətirdi üstə. Və o dostlar da ki, gəlirlər, toxun edirlər və bizim biləncilərə ihanət edirlər. Türk və Azərbaycan torpağına, millətinə toxun edirlər. Onları mən sizdən Oğuz bəy istəyirəm ki, ata siz işi. Əslən, icazə verməyin layıqda gəlib bir kəlmə ayrı söz danışırlar. Olsun. Hələ hər kəs özünə görə davranar, özünə görə, ailəsinə görə, aldığı eğitimə görə, öğretimə görə. Ona görə dünya böylədir. Çox sağ olun. Sağ olun, sağ olun. Görüşürük. İnsaf Ali bəy. Yaşasın. Bir də bunu Oğuz bəy. Axır sözüm bu olsun. Axır sözüm bu olsun mənim. Bizdə bu da bir dənə ardı ki, bizim tənz pərdazlar, dəlğəçlərin layığında 5.000, 10.000 nəfərlər gedir, yığışır ki, orada gülələr də bilmirlər ki, baba bu gülmək bunu fəlakətə çəkir. Bu günləri bu layıqlar gələkərlər, himayət ola, paylaşa və yayınlar dağıla milli içində gülər. Yaşasın Türk milləti, yaşasın Azərbaycan. Siz də yaşayasınız, yolunuz, özünüz, səsiniz, belə hər şey yani adama güc verir. Sulduz bizim ürəyimizin içidir. Ərz elədim birinci mən deyəndə bizim öz belə təşkilatımızdan, Sulduzdan şəhidimiz var bizim. Sağ olun, sağ qalın, salamat bu ki, sağ olun, teşekkür. Bu ki, İnsaf Ali bəy, bu ki, biri 5.000 gedir, nə bilim onu 50.000 gedir. Bu normaldır. Bir tərəf, birazı normal. Dünyanı onlar değiştirmezler. Dünyanı onlar değiştirərlər ki, 2-3 nəfərin beynini değiştirirlər və o 2-3 nəfər. Baxın, dünyada... Biraz geri gedin. Şey oldu, bu dostumuz getdi, şey oldu. Qeydli dalıya. Ərz edeyim ki, bizim bu
Məsələn, dünyada Həzrəti Məhəmməd bir nəfərə çıxıbdı, dünyanı değiştiribdi. O zaman o qədər coş deyənlər var idi ki, qəhrəmanlar var idi belə. Həzrəti Məhəmmədin başına qarın qursaq tökürmüşlər damlarda. Tökürdülər, söyüş verdi, az saxladılar. Ağa, baxın, Həzrəti Məhəmməd, mən ittifaqən, Oğuz bəy, indi 2 dənə məsələni deyim, bəlkə istəyirsiniz tutarsınız. Zaman yoxdur. Yox, mənim zamanım var, mənim müşkülüm yoxdur. Yox, mən yox, 2 saat 10 dəqiqədə danışırım. Mənim məsələm yoxdur, nə qədər danışdıq, indi keçimli sazdır. Quranda bilsən nə deyir? Evin yandırmışam, hava soyuq, hava soyuqdur, yaxçıdır. Quranda deyir ki, Vaylun li kulli humazatin lumaza. Siz onu nə zaman deyibdi? Muhammed'i məskərə eləmişlər danışanda. Deyib ki, vay olsun onlara ki, məskərə eləyirlər. O normaldır yəni. Yəni, Həzrəti Məhəmməd bizə tay, Cənabıza tay, mənə tay və bir də insanlar bizə irad tuturlar ki, qaçıblar, gediblər, oradan şeyirlər. Həzrəti Məhəmməd məcbur oldu, 3-4 dəfə qaçıbdı. 3-4 dəfə qaçıbdı. Yəni, Pənahəndə birinci dəfə gedibdi Şeybə Əbu Talibə. Orada 2-3 il qalıblar, ac qalıblar, paltarları yox idi, o qədər paltarlar cırılmışdı ki, xanımı utanırdı gəlsin şəhərə, çünki hər yeri bədən görsənirdi, ət görsənirdi. Birinci. İkincisi qaçıb gedibdi Mədiniyə, Pənahəndə olubdur. Rəsmən Pənahəndəlik alıb. Mədinəyi ki, sonra adı Mədinədir. Ərdirlər. Adı Yəsribdir, Yəhudilərin şəhəri. Kiçik yerdir, Yəhudilərin içidir. Arvadı da Yəhudidir. Bunun xanımısı da Xədicə Yəhudidir. Xədicənin orada şey var, %100 təsbit olunmayıbdır. O şeydir də, yəni İstəyirlər deyirlər ki, Peyğəmbərin gərək dədə nənəsi də filan olur. O deyil. Hər halda biz bilirik bunun dayısı, əmisi, filanı, Xədicənin hamısı, familin hamısı Yəhudidir. Bu içindən oldu. Bunlar da bilmiyor. Amma indi buradan keçək. Yəni dini bəhs eləmirik. İstəyirəm deyəm ki, baxın dostlar, brainwash məsələsi və istismar məsələsi neçə şeylərdə qalar. Beyni yıxamaqda və istimarda neçə məsələ var. Neçə şeylə insanları beynin yıxarlar. 1. Tarix. Tarixi değiştirəcəklər. Sənə tarix yazacaqlar, pul verəcəklər. Sizin 100.000 dolarınız indi olsun. Gedin Chicago'da, Amerika'da, Oxford'da, hər yerdə, hərəsində bir nəfərə deyin ki, 10.000 dolar verirəm, mənə bir dənə tarix yazacaqsan burada. 10.000 dolarla yazmırlar daha. Yazarlar. 10.000 dolarla mən sizə qoyurum. 10.000 dolarla yox, 100.000 dolarla nə qədər pul xərclədi? Elə bu şeyləri, bu adlarını gətirdiniz. Bunlar oxudular, uşaqları oxutdurdu bunları. Sonra gətirdi bizə bütün şeyləri tərcümə elətdirdi filan. İran dövləti tarixi yazdırıbdı, taza tarix yazdırıbdı. Tarix ilə beyni yuvarlar. Tarix ilə sizə məmləkət qurarlar. Tarix ilə sizin məmləkəti bölərlər. Tarix ilə sizə inandırarlar ki, bir millət var idi, bir millət yox idi. Və siz onun qulu olarsınız. Çünki deyirsiniz ki, bunu yazan məsələn profesor filandır, filan danışıqdan. Bu profesor filan pul alıb yazıbdır. Tam elədir. Dünənləri dostların biri bir dənə sənəd qoymuşdu. Deyir ki, Kürd tarixinə görə 3 nəfər kitab yazacaqlar. Bunlara bir belə büdcə verdik. 2 ilin içində bu büdcəni verəcəksiniz. Bu kitab yazılacaqdır. Kürd tarixi gərək ariyayı olalar bunlar özlərdə. Yəni baxın. Yazacaqlar ki, Kürdlər Azərbaycan yox, böyle yazacaqlar. Bütün Azərbaycan tarixi olaraq Kürdlərin idarəsində olub və Kürdlərin yeridir. İran sözün tarix kitablarında bunların əlindədir. Baxın, Yari Şatirin əlindədir və Ağay şeyin əlindədir. İrəc Əfşarın. Bunyad Əfşar var bir dənə. Bir dənə Yari Şatirin mərkəzi var. Mahmud Əfşar. İrəc onun oğludur. Onun da, yəni İracın əlindədir hələ. İndi onun əlində. Elə həman ailədir. Bunların işi nədir? Əziz dostum, bilirsiniz bunun işi nədir? Bu Yari Şatirin, İrəc Əfşarın və Yari Şatirin mərkəzlərinin işi. Əl yazılmış qədimi kitab əgər varsa, onları təsih eləmək və onları silib, kəlmələri, indi o qəd bu cür silənlər var ki, vurcunə rahatca silsin. Onu kəlmələri değişdirmək şeyidir. Buna adına deyirlər təsih və tənqih. Sən əsli kitabı təsih eləmək haqqın yoxdur. Tənqih eləmək haqqın yoxdur. Əfəndim? Təqqin yoxdur doxunasan əslə. Ərz edirəm. Necə ki bu kitab rəsmən burada bəzi kitablara mən referans library-də işləmişəm. Öncədən üniversitede olanda aynı zamanda pul çıxartmaq üçün pul yox idi. Şey var, üniversiteden pulum verək. Referans library-də işləyirdim. Yəni bir sürə. Referans library bilirsiniz şeydir.
Yani orada kitap eşiğe gitmez. O belli kitaplar. Bazı yerlere, Kanada'nın en büyük kitapxanasında olmuşam. Bazı yerlere koymurlar əlcə ilə geysən, kitaba şey deyəsən, adam da durub yanında 3 nəfər. Bazı yerlər kitaba da doxuna bilmirsən. O adam sayfanı çevirir, koymur əks alasan. Koymur əks alasan kitabdan. Deyir ki, buna flash vursan, flash bunu xarab elər. Ama İran'da, İngilistan'dan gedirlər kağızları kəsirlər, tiqə ilə qopardırlar. İran'da da kitabxana milli var məclisin. Hamısını sizin dediyiniz kimi gedirlər. Bunların təhsih və nə? O bir kəlmə nə idi? Təhsih və nə eləyir? Təngih. Təngih? Ha. Təngih bilirsiniz, o şeydən gəlir, barmaq eləməkdən gəlir da. Elə Türkçəsini ya, kitaba parmaq edir. Yəni, parmağın soxur o kitaba. Bu kəlməni kitabda yazıbdır ki, məsələn, Məmalik-i Məhrusi-i Qacar, burada bir dənə İran yer. Sonra bir dənə təmri düzəldir ki, bu təmridə yazıb İran. Oğlum, bunu hardan gətirdi? Axı, Qacar özün İran bilmirdi. Yox, baxın, sənət qoyublar, calibdir. İranla Rus savaşında bir dənə sənət var, Gülüstan və Türkmençay. Nə şahın imzası var, nə vəliyyətin imzası var, qərardatdır. Ya, hansı qərardat deyirsiniz? Türkmençay və Gülüstan. Nə şahın imzası var, nə vəliyyətin imzası var, Abbas Mirzanın. Bir dana orada, amma İran kəlməsini orada 20 dana İran kəlməsi soxublar. Yəni, bir şey ki... Dövlət-i illiyə İran. Ərz edirəm. Bunların hamısı nədir? Tarixdə bizim beynimizi yumaq üçün tarixi bilmişdirlər, tarix yazarlar və sizə nağılları tarix əvəzinə verərlər. İran sözünü sonra danışaq da. Xacə Tajdar. Nə bilim, bunlarla bizi... Xacə Tajdar Ağa Məhəmməd xanı deyirsiniz? Xeyr, nağıldır, bu hikayədir, nağıldır. Nağıldır, o əks ona çəkiblər, nağıldır. İndi dostum, mən bunu istirdim deyəm, qutuluruq. Əgər istəyirsiniz qutulasınız, İspat yarımdır. Tamam. İstimar sümüyyətçilik deməkdir. İstimarın mənası bizi yanlışa aparar. Onun üçün də istimar sözünü işlədən nəsl istimarın anlamını bilmir və mistaqlarını da bilmir. Biz onu danışdıq da. İşğalı deməsin deyə istimar gəlir. Gəl istimarı danışaq. Hətta kimlik məsələsini mən ona büyün sizə danışığımızda artırdım. Çünki düşman gəlir sizi münhərif edir. Yolunuzu dəyişdirir. Köşəsinə sıxışdırıbdır. Ki sən kimlik gərginlik köşəsinə. Ki sən hətta gəlirsən səni dikotomiya soxur. Dikotomiyanı iki problemin önünə qoymaq. Sənə 4 dənə yox, 2 problem deyil. Ya sən busan ya Türk müsün, Azəri misin? Böyle. Federalizm istəyirsən. Ya İran şeydir ha. Bu həmin o dikotomi. Dikotomi yəni sənə o səndən üstün olan səni işğal edən deyir ki, yalnız 2 dənə yolun var. Biri pis, biri yaxşı. 3 dənə deyil, birini seçəcəksən. Ona deyirlər şeydə dikotomi. Yox, birini seçməyəcəksən. Baxın, 2 yolun var. Biri pis, biri yaxşı. Birini mən qəbul edirəm, birini eləmirəm. Birini qəbul eləsəm, mücazat qalacaqsan. Birini qəbul eləsən, caizə verəcəkəm, birini qəbul eləsən, mücazat eləyəcəkəm. Seçənək vermir. Deyir ki, ya mücazat qəbul elə, denən ki, mən istiqlal istəyirəm, ya da denən İran istəyirəm. İran istəyirsən, müəllim olacaqsan, ustad danışqa olacaqsan, idarədə işləyəcəksən, istiqlal olsan, zindana fulana deyirsən. Səni dikotomiya, səni indi bayaq dediyim ki, kimlik gərginliyinin köşəsinə soxur. Sən Güney Azərbaycan Milli Hərəkəti kimliyini danışsan. Ay, mən nə deyirlər? Haray mən Türkəm. Gör, nə fəlakətə düşmüşük ki. İnsaf Əli bəy. Bəzən deyərəm ki, bəzən adam danışmaq yerinə bir düşünmək, bir 2 saniyə düşünür. Adam bir dura düşünək, danışmaya. Deyək ki, doğrudan nə demək? Cavanlar çıxır xiyabanlarda, bağırır ki, haray, mən Türkəm. Gör, nə günə qalmışıq ki? Biz bunu deyirik. Və ona mücazat olur tazə. Tazə ona dedim da. Hələ o da bir qəhrəmanlıqdır. Qəhrəmanlıq, ciddən qəhrəmanlıq. Seçənəyin içində siz dünənəcən deyənmirdiniz mən Türkəm. İndi bu çıxır. Sən oraya sıxıbdır. Onu deyirəm da. Səni kimlik gərginliyi köşəsinə sıxıbdır. Kanalizə edir. Sizin haqqıyı məndən istə. Gəl məndən diliyi dilən. Gəl məndən suyumu dilən. Kimliyi dilən. Oraya sıxışdırıb səni. Halbuki elə həmən Təbrizdə, həmən imarət binasında Azərbaycan bayrağı vurulmalıdır və
Türk məmləkətlərinin biridir Azərbaycan, Güney Azərbaycan. Və görsən, sənin dövlətin olacaq, ekonomin olacaq, ordun olacaq, uluslararası ilişkilərin olacaq. Bunları danışmırıq, və teknoloji olacaq. Və necə Azərbaycan məsələ teknolojiyə sahibdir, necə Türkiyə sahibdir, o cür məmləkətlər sahibdir. Biz yox, biz hala burada qalmışıq ki, çıxırıq xiyabanda nə deyirik? Haray, haray, mən Türkəm. Oğuz bəy, mən iki cümlədə bəhsi qutarım ki, görürəm istəyirsiniz. Baxın, iki dənə cümlədə. Bir, Çin istemarçıdır. Hər kəs ki, Farsdan doğulur, ta 100 yaşına can. Hər nə çarədir. Hər kəs ki, Fars dövlətinə işdir. Farslara işdir və bunlar istemarçıdır. Hər kəs ki, bunların qarşısında durur, bunlar taza bir hüviyyətləri var, taza bir kimlik sahibidirlər, mübarizdirlər, inqilabçıdırlar bunlar. Və fikir inqilab buradan başlar. Bura değişməsə, beynimizin değişməsə, düşüncəmiz değişməsə heç də olmaz. Savaşa bilirik, amma həman rejimə qeydərik. Biz beynimizi değişdirməliyik, dostum. İstəyək istemar sümüyyətlikdən tutaraq gərək beynimizi değişdirək. Və onun yolu bərabər kitab oxumaqdan getir, bir-birimizdən danışmaqdan getir. Kitab oxumaq. Nəqd eləmək? Nəqd eləmək. Yadınıza gəlir əvvəldə hardan dedi. Əgər sənin bu xəstəliyin var, o xəstəliylə ilgili kitab oxuyacaqsan. Yalnız kitab oxumaq yox. Yox, əzələ, biz özümüzün vəziyyətimizə görə oxuyacağıq. O təbii ki, yəni biz və son. Yox, son gör, buradan bayaqdan ki biz danışırıq. Orxan bəy deyə birisini danışırlar ki, deyirlər ki, qaliba tarixdən bilir, qaliba yəni, mən istəmirəm özümü mətrəh eləyəm, ancaq qaliba o məndən çox bilir tariximiz barəsində. Ondan sonra deyirlər ki, onu çağır, danışsın, biz tariximizi bilməsək. Bu Orxan bəy kimdir? Burada mı Orxan bəy? Bilmirik ki. Əgər Orxan bəy istəyir bizə danışsın, yəni gəlsin, görək bu Orxan bəy dediyiniz Orxan bəy kimdir? Orada bir istək göndərsin və biz də danışaq Orxan bəylə. Biz bu cür ki gedir, mən deyirdim bəs ki bir dəfə sizin barənizdə danışacaq, bir dəfə də biraz bu şey ki bunu kitabda ya sömürgəçilik barəsində. Mən indi İran məsələsi ya başqa məsələdə bizim danışacaq şeylərimiz var qaliba. Çoxdur, biz çox danışacaqlar. Daimən danışırıq. Yəni biz o zaman ki korona gəlməmişdi, daimən həftədə bir dəfə görüşürdük. 4 saat mənim yanıma gəldi, bəhsimiz olurdu. Burada yazırlar bu Orxan dedikləri adam qaliba çox da şey deyil yəni. Yazırlar. Bilmirik. Biz burada ki danışırıq. Bizim də zamanımız çox önəmlidir. Sayın Elsəfərli bəy Hidayət bir ömür bu bilgiləri toplamağa və onu gəlişdirməyə çalışmış. Mənim bütün, nə deyərlər, elə bir şey yazıb oxumaqdan, öyrənəndən bu yana ömrüm elə bu məsələyə geçmiş, düşüncə üzərinə, yazı üzərinə, fikir üzərinə. Bizim zamanımız çox önəmlidir. Gülürük, danışırıq. Ancaq bütün düşüncələrimiz çox önəmli, dəyərli, fəlsəfi, tarixi və hətta qurtuluş üzərinə savaş, yəni qurtuluş savaşı üzərinə, azadi bəxşi deyirlər ya, onda görsən anlam, qurtuluş savaşı üzərinədir. Ona görə böyle boş şeylərlə bu onu dedi, o niyə onu dedi, bunlar bizə yaramaz, bizə əslən heç dəyər də vermərik. Ancaq biz elə normal bu şeyləri, bu ağır bəhsləri çox normal və qolay, rahat dillə ki danışırıq. Yumuşaq və rahat. Yumuşaq dillə danışanda belə normal millətimizin dillə o anlama gəlir ki, demək ki, biz bu məsələlərə çox hakimik və eləyə bilərik bunları öz dilimizdə danışaq. Və bizim dilimizin gücü o qədər var ki, ən ağır fəlsəfi bəhsləri belə oturub rahat danışa bildik. Hamınızdan ki, otaqda oldunuz, görüş yazdınız, təşəkkür eləyirəm. Vaxtınızdan, hövsələnizdən danışığımızı yayın lütfən. Ən böyük savaş, cihad məhərrəmdir. Məhərrəmli İmam Hüseyndən bir gözəl söz deyək. İmam Hüseyin deyir ki, innəl həyatı əqidətun və cihad. Çox gözəl sözdür. Mənə görə bundan gözəl söz bilmirəm nədir. Doğrudan mən bilmirəm bundan gözəl söz nədir? Dərs, yol, işıq. Deyir ki, həyat, yaşam düşüncədir və o düşüncəni yaymaqdır. O düşüncəni yaymaqda çalışmaq təlaşdır.
Cihadın mənası budur. Tabii zamanında savaşa da girersen, zamanında ölərsən, öldürərsən. Ancaq yəni oraya yetişməmək üçün adam istəyir düşüncəni yaysın. Siz nə yapacaqsınız əziz yoldaşlar? Ən büyük cihadınız, ən büyük təlaşınız, çalışmanız düşüncəni yaymaqdır. Düşüncə nədir? Güney Azərbaycan dövlətini qurmaqdır. Düşüncə nədir? Qurtuluşdur. İnsan kimin yaşamaqdır. Millət kimin yaşamaqdır. Təşəkkür edirəm. Güclü olmağı düşünməsək heç zat eləyə bilmərik. Gərək güclü olaq. Güclü olsaq haqqı yaradarıq. Gücsüz olsaq haqqı yaradarlar, bizə boynumuza qoyarlar. Sağ olun. Haqqı bizə tarif edirlər. İnsaf Əli bəy, sizdən təşəkkür edirəm vaxtınızdan. O ki görünür biz daha da danışa bilərik bərabər. Təbii ki, təbii ki. Çox sağ olun. Öz sağlığınızdan təşəkkür edirəm İnsaf Əli bəy. Sağ olun. Var olun dostum. Sağ olun.